Bismillahirrahmanirrahim. Ulu Tanrının adı və yədi ilə beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 448-ci bölümün başlayırıq. Xeyirli olsun. Mən icazənizlə bunu yazım, bəlli olsun. Cələsə 448. Bu günləri ayın 24-dür, əgər səhv eləmirsəm burada. Gedək görək ki, bu günləri hangi kitab bizə açılacaqdır, inşallah onu görək. Mən bu günləri çalışdım ki, Instagramı da bağlayan nədir bunun adı? Eləyə bilək ki, həm YouTube-da, həm də Instagramda hər ikisində də kitabı görək və bərabər kitabı oxumağa çalışaq. Geçənki gün bir kitab oxuduq. Divan-ı Nəf'i Əfəndi yazmışdı. Kitab mənə çox cəlib gəldi. Gedək görək ki, bu günlərə hangi kitabı bizə icazə verəcək, açaq və ondan. Əgər yadımızda olsa, istədik bu kitabı oxuyaq. Yəni, Umuril Məhmiyyə və Mənbə Usulid Diniyyə. Belə bir kitab başlıqda yazıblar. Mən o başlığı oxuyuram. 1112 qəməridə 202 səhifədə deyir ki, yazılıbdır. Amma bu, burada yazdıqlarıdır. Kitabı indi açmışıq. Kitabı görürük fiziki vəziyyətdə. Yəni, kağaza gözümüzlə görürük ki, kağaz nə vəziyyətdədir. Cildin kağazın baş tərəfinə baxanda cildi görürük, açıblar. Biz cildi görmürük, cildin içini görürük. Çürüyübdür. Su gəlibdir, kitabın baş tərəfi kamilən çürüyübdür, tökülübdür. Kitabın orta, yəni səhifənin qalan yerləri, o çürüməyən yerləri də quruyanda qırışıbdır. Kitabın burada yazıb ki, hər sətir 47-25 belə bir şey yazıb, bilmirəm. Vərəq də 98. Yəni 200 dedik səhifəlik bir kitab da burada söz gedir. 98 yazıbdır, çünki cildi hesablamayıbdır. Cildin özü də biri əvvəl cild, bir də axır cild. 4 vərəq da olur 202. Ona görə PDF o cür gətirir. Burada bir üsküdarı yazılıbdır, amma çürüdüyü üçün, səhvə düşdüyü üçün görünmür. Kitabın enin boyunu da burada yazıblar ki, 21 cm 21.3 cm bunun boyudur və eni də 10 santimetrdir, ehtimalən belə bir şey. İkinci səhifəni açıbdır, burada Vaqifin yazısını görürük. Onun yanında bu birinci bölümçü görürük, əksinə düşüb bu tərəfə su gəldiyi üçün bu yazının əksi düşüb bu birisi səhifəyə. Çürümağı görürük, səhifələr üstə çürüyübdür, onu görürük. Kirliğin, kəsifliğin görürük. Bu birinci sütun ki, burada görürük, dostlar. Mən burada beləsi görsətsəm, bu sütun Hacı Əbdülqadir Əl-Məruf bi Əmir Xacə Kəmançışı Üsküdaridir ki, bu çoxlu kitabları tarix boyu bizim üçün şey eləyibdir. Nə deyərlər? Vəqf edibdir, saxlayıbdır. İkinci sütun ehtimalən bir ayrı məsələdir. Burada bir ayrı xət görürsünüz ki, başı üstə yazılıbdır və qıraqda tazaşdan bir 2 dənə, 3 dənə yazı görürük. Hətta bir dənə şeir ehtimalən Səədidən yazılıbdır. Gedək kitabın içinə. Kitabın içində möhrü görürük. Əmir Xacə Kəmandarkeşin möhrün görürük ki, vurubdur. Burada bir farsca ehtimalən bir yazı görürük. Qıraqda bir ərəbcə bir yazı görürük və sonra kitabın əl yazmasını görürük. Kitabın adına və adının üstündə Bismillah yazılsın və bəzi şeylər yazılsın. Onun üçün yer qoyulub. Biz onu görürük ki, orada yer qalıbdır, amma o çəkilməyibdir. Yəni o təzhib çəkiləcəkdir, Bismillah yazılacaqdır, kitabın adı olacaqdır. Ona yer qoyulubdur, amma çəkilməyibdir. Əl yazma çox özəl əl yazmadır. Yəni, buradan gördüyümüz kitabların içində bunun özünün bir yeri vardır. Çünki əl yazması çox fərqlidir. Onun üçün bəlkə bunu oxumaq biraz zor aparacaqdır, amma çalışacağıq ki, oxuyaq.
Kitabın heç bir şeyi yoxdur, çərçivəsi zadı yoxdur, elə sadəcə yazılıbdır, qərə rəngi ilə yazılıbdır. Bəzi kəlmələrin başı üstə xətt çəkilibdir ki, çox önəmlidir. Bəzi kəlmələr də qırmızı yazılıbdır. Sətirlər hamısı demək olar ki, başlanışları bir xəttdədir və qurtarışları da bəzi kəlmələrin uzaldıbdır, keçib durduğunda, amma üst-üstə hamısı bir xəttdə görünür. Kitabın təəssüflə çürüdüyü üçün bəzi səhifələrin yazıları aradan gedib. Məsələn, bu səhifəni görürük ki, aradan gedibdir. Yəni ehtimalən bu səhifən burada bunun da ehtimalən elə burası aradan gedib. Biz bu ki görürük davamı bu arxadakı səhifədir. Yəni buranı biz orada görürük. Bu əhlamdır, nədir burada görürsüz? Burada əlam ya əhlam bu burada görünür. Hətta burada da ehtimalən bu səhifə çürükdür. Burada görürük ki, beləsi bir yazı vardır. Neçə səhifə sonranınki ehtimalən olacaqdır. Çünki səhifə cırılıbdır. Səhifə cırıldığı indi burada kamil görürük. Bu səhifədə mən mousunla da bunu göstərirəm. Bura kamilən cırılıbdır və oxunmur. Burada ortada da cırılıbdır. Kitaba su gəlməyi görürük. Buralarda da su gəlibdir. Bura su gəlibdir və çürüyübdür. Burada görürük ki, cırıq yerləri görürük. Burada su gəlibdir və yazının rəngi qatışıbdır. Mürəkkəbin rəngi qatışıbdır. Bəzi kəlmələr burada oxunmayacaqdır. Necə ki, burada da bəzi kəlmələr oxunmayacaqdır. O birisi səhifəyə keçirik, yenə də görürük ki, üst tərəflərdə o əlam dediyimiz hala davam edir. Yəni neçə səhifə mümkündür ki, bu 10 səhifə o üzluqdadır. Yəni çürüklər hələ davam edir. Bu səhifə üst-üstə su da gəlibdir, bəllidir. Burada su gəlibdir, amma salimtərdir. İlla ki, bu əvvəli səhifə və axiri səhifə bu birisi vəraqda cırıqdır. Yenə də burada cırıqları görürük. Yenə burada o davam edir. Amma dahi burada yavaş-yavaş kitabın o çürüyən yeri səhifənin axir kəlməsi düşübdür. Daha çox düşməyibdir. Burada görürük ki, əvvəldə biraz düşübdür və bu da yenə axirdə düşübdür kəlmə, yəni şey olubdur. Xətt çox əcib xəttdir. Əlyazma çox əcib bir əlyazmadır. O birisi səhifədə ona tərəf yavaş-yavaş istir getsin, düzəlsin. Nəzərimə gəlir ki, ya burada əhkam imiş, o da əlam ki deyirdim, əhkam olacaq. Ya bu səfədə, ya gələn səfədə ehtimalən çürük azalacaq kamilən. Əlbəttə burada görürük çoxdur. Burada təqribən demək olar ki, aradan getdi. O elə burada da o əhkam buradaymış. Əhval və əhkam sözü buradaymış üstəki səhifədə. Burada da yazılara zərər yoxdur, düşməyibdir. Yəni neçinci səhifəyə gəlmişik? Əslində biz 18-ci səhifədəyik, 9-cu vəraqdayıq cildinə bərabər. Burada çürümək biraz azalıbdır. Kitabın özünə çox zərər yetişməyibdir. Suyu indi bu səhifədə suyu çox görürük, amma o çürüklər qıraqlarda qalıbdır, ya kitabın ortasında qalıbdır. Ehtimalən siçan da yeyib, hətta bunu demək olar ki, kitabın mümkündür ki, siçan da yeyibdir. Burada daha azaldı. Bu səhifədə ortası qalır, amma kitabın ortası bir yolda cırıqdır. Yəni burada görürük ki, Şirazə kitabın orası tikilib bir-birinə sərəfələr, ora cırılıbdır, bir-birindən açılıbdır, onu görürük. Davam edir bu vəziyyət. Burada çürüklər, hala kitabda çürüklər görsənir. Mən bu kitabın vəziyyətinə baxırdım. Diqqət eləsəz, o su gələn yerlər biraz kəsifdir. Ehtimalən, məsələn, biz buna deyirik ki, çiflənibdir. Yəni, rəngi də dəyişibdir, çiflənibdir, çifsiyibdir. Onu görürük. O birisi yerlərdə də, məsələn, buralara diqqət eləsəz, bu aşağı əl vuran yerlərə diqqət eləsəz, kitabın ortasında yox, görürsünüz ki, çox kirlidir. Əlin təri, qəza, yemaqsat yeyəndə əli batırıblar, vurublar. Burada yenə də Vaqifin möhrün gördük. Allah Taala rəhmət eləsin. Burada bir şey dağıldıblar bunun üstünə. İhtimalən rəng dağıdıblar, nə olublar, silməyə çalışıblar. Burada bir şey, ehtimalən bir kömürzat düşüb kitabın üstünə, bir zərrə yandıran kimi eləyib. Gözə diqqət eləsəz davam edir. Və burada azalır, dahi qutardı. Kitab üst-üstə, kitab qutardı. Kitabın 42-ci səhifə PDF-də, yəni
81 ya 82-ci səhifəsində kitab qurtarır burada. Bu səhifəni gəlirik oxuyarıq. Burada tarix vardı. O tarixi görməliyik. Kitabın adını bilməliyik. Amma mən elə bunu əvvəldə burada yazım. Burada adını yazaq. Ad və sonra oxuyaq. Görək burada nələr var. Birinci, tarixdən kəşf eləməyə və adından kəşf eləməyə başlayaq. Görək ki, oxuya bilirik ya yox. Mən burada bu Həzrət Bari dediği İmam Qəzzali yazdığı tərəfdən başlayaq oxumağa. Görək ki, nə olur. İmam Qəzzali rəhmətullah buyurur, bir kimsənə ki, nəfs-i natiqi mücərrədəsini bədəninin daxilində və xaricində dəcül ikən, bədənində təsərrüf etdiyini fəhm eləyə, Həzrət Bari Teala dəxi cism cismani olmayıb, aləmi ülvinin və sülfinin, aləmi ülvinin və seflinin daxilində və xaricində olmayıb, zaman, məkan, hudud və cəhatidən bil külliyə münezzəh ikən cəmi aləmi ruhanidə və cismanidə və əcram ilviyyədə və sefliyyədə təsərrüf etdiyinin keyfiyyəti biliyordu, təhqiq etmişdir. Qədvəq əl-Fəraq kitabı ha zamanı qutarıb. Bu birinci bölümdə. Əvvəl deyək ki, bura 2 kitabdan ehtimalən bu kitabın içində neçə kitab olacaqdır, neçə risalə olacaqdır. Birincisinin Qədvəq əl-Fəraq, bu adı qalsın. Tarixi, yazı tarixi deyək, hansı gün yazıbdır. Qədvəq əl-Fəraq, min kitabəti hazil kitab, bu kitabı yazmaqdan qutardıq. Fi qərriyi cəmadül əvvəl, cəmadül əvvəli sənəyi nə mənədir? Səlasə əşərə və məətə və əlif. Mən səlas oxuram, amma burada bir dənə də axirində ya kimi bir şey var, o bilmirəm nə olacaqdır. Üstə nə yazıblar bunlar? Yazıb 1012 isna yazıblar. İsna oxunmur. Sənəteyn də deyil, deyəm ki, sənə əşərə və məətə 12 sənə isna əşərə, əgər 12 olsa yazsa isna əşərə, amma bu onu yazmayıb deyək ki, mən səlasə oxuyuram, ehtimalən səlasiyə çox bənzədirəm, amma bir dənə də heyyə kimi var, onu bilmədiyim üçün əşərə və məətə və əlif 1100 feylən burada yazıblar 12, biz də ondan gedə xalə feylən deyək ki, sənəyi bunu oxuya bilmədim, əgər verərəm bundan bir əks salım görüm oxuya biləcəkdir. Beləsi bir şey yazıbdır, mən də o cür yazıram. Əşərə və məətə və əlif. Aşağıda da görürük ki, ədəd ilə 1112-ni yazıblar. 1112-ni Hicri qəməri burada aşağıda yazıbdır. Adam ki, onu oxuyubdur. Ehtimalə ilə isna olacaqmış, o cürsi yazıbdır. Bu kitabın adını burada demədi. Bunu sonra qeydərik, görürük ki, bu nədir? Burada görürük ki, bu kitabın sahibi bazarçıymış. Yəni, ehtimalən bazar işindəymiş. Burada bir duası var. Onu yazıbdır. Burada da bir şeylər yazıb bilmirəm. Amma burada da Qərri-i Name-i Lətif. Burada bunlara ədəd veribdir. Nədir bu demək? Məhərrəmin 7-si, Səfərin 2-si, Rəbiin 3-ü. Belə bir şeylər yazıbdır. Pənşənbə, cümə, bazar ertəsi. Bazar ertəsi. Aha, bu bazar ertəsidir. Məsələn, bunlar sonra yazılıbdır. Mənə gələn, bunlar çox sonra yazılıb. İkinci kitab buradan başlayır. Hazihi əsmaillahil hüsna lil aləmil ulya.
lil alimil allamə. Alim Allamə bu kitabı yazıbdır. Əsma-i Hüsna Allahın adları haqqında yazıbdır. Bu ikinci kitabdır. Mən çalışacağam ki, bunları bir-bir ayrı-ayrı yazım. Bu da görürük ki, su gəlibdir. Burada bu bölüm ayrı kitabdan qopub yapışıbdır buna ehtimalən. Çünki kitabın buradan səfəsi ağdır. Baxın, bu səfiyyə ağdır və təmizdir. Nisbətən düzdür başına su. Amma bu birisi səfiyyəyə baxanda görürük ki, həm çox kəsifdir, həm də ki, su üstdən, aşağıdan, ortadan, hətta orta ehtimalən cırılıbdır. Yəni, ehtimalən orta çürüyübdür, götürüblər, ayrı bir kağızla yapışdırıblar. Ehtimalə mən beləsi görürəm. Bu birisi səhifədə də baxırıq ki, bura çox su gəlibdir. Xət əlyazma da fərqlidir. Onun üçün iki kitabdır. Yəni, bu bir ayrı kitabdır, bir ayrı zaman yazılıb, bu bir ayrı zaman, amma bunları bir-birinə yapışdırıblar, bir kitab eləyiblər. Bu ikinci kitabı görürük. Bu da burada qutarır zahirən bir neçə səhifədən sonra burada qutardı və burada da yenə də bir ədədlər filanlar yazılıbdır. Bunlar da yenə sonradır. Məsələn, bazar ertəsi, salı, çərşənbə, pənçşənbə, cümə, cümə ertəsi, beləsi bir şeylər də burada yenə də yazıblar. Üstə də ədəd, uzun bir ədəd yazıblar. Nə mənə üçündür bilmirəm. Tazaşdan burada bir ayrı bir şey başlanır. Əlbəttə burada da ehtimalən Vaqifin adı olacaqdır. Bunu da əlbəttə oxumağa çalışa bilərik. Ləmmə vəqəə əbdi, mən görüm bunu oxuya bilərəm. Limə vəqəə indi وتحقق لدي من أصل الوقف والشروط على النمط المبسوط حكمة بالصحة واللزوم في كتاب المرسوم عالما بالخلاف التاري بين الأسلاف ومراعنا مما تحسب یا تحب مراعاته وبالعصر یا Əbəl Fəqri ya belə bir şey, Məhəmməd Muradi Əd-Dünya, belə bir şey ad. İndi nə qədər doğrudur orasın bilmədim ki, doğru oxudum, qələt oxudum. Çünki nə dəndanəsi var, nə nöqtəsi. Tazaşdan bir ayrı yazı görürük, burada başlayır. Ehtimalən ərəbcədir, çox fərqli bir əl yazmadır əlbəttə ki. O səfər qutardı bir ayrısı başlayır. Yenə də ərəbcədir və bir fərqli əl yazmadır və o kitabın, onlar onu, o birinci kitabı mütəxəssis yazmışdı. Amma bunları zahirən elə kitab boş olduğu üçün götürüblər, yazıblar. Bu da burada qutardı. Tazaşdan bir səfər burada Əsma-i Mələkə İzam beyni o bəyan olundu. Burada da mələkələrin adları filan. Ondan sonra da belə bir yazılar və belə bir şeylər ki, nədir? Sonra kitab-ı tərşihat min tə'lifi Numuc Çələbi rəhmətullah. Nəsuh olacaq. Bu da Nəsuh Çələbi rəhmətullah. Nəsuh Çələbini bu ikinci əsli kitabdır. O vəsətdəkilər də duat falan olacaqlar, ya kitab ola bilərlər, amma bu ikinci kitabdır. Tərşihat adında bir kitabla tanış olduq. Bismillahla deyir və ayrı bir xətt ilə yazılıbdır. Devam, bu çox da sətirlər bir-birinə yaxın, kəlmələr də bir-birinin içində, amma oxuna biləcəkdir. Yəni bunun xətti o əvvəlki kitabçı gözəldə dedik yazılıb, onun xəttindən mənə gəlir ki, oxunacaqdır bu, ondan daha çox rahat oxuna bilən bir xəttdir. Bu kitabın bu səhifəsində, indi bilmirəm neçinci səhifəsi yetişəndə görürük ki, bir çox kəlmələr qırmızı yazıldı. Burada da bir tarix ehtimalən qoyubdur. Kitab 1-dir, 10-dur, nədir, bu nə mənə deməkdir? Çox riz və çox şey yazıbdır. Yəni, vaqəən o ehtimalən əvvəldəki sətirləri demişdik 40 dana, 35 dana, neçə dana, onlar burada ola bilər. Yəni, bunu saymaq özü bir işdir. Çox yaxın yazıblar sətirləri və çox kiçik yazıblar kəlmələri bir-birinin içində devam edir və burada da əcəba kitab qutarır ayrısı? Yox, yox. Burada kitab qutarmır. Bu dairənin şərhin verir ki, bunlar nə demədi? Bunları haqqında bir tərşihat. Kitaba buna da su gəlibdir.
yəni qədim risalələri gedirdi, məsələn, mən gedirdim, dedim, bu risaləni mənə yazın, verin, onlar da götürdülər, ya var idi, götürdülər, yapışdırırdılar bir-birinə, bir kitab edirdilər, verirdilər mənə. Bu da o cür bir şeydir. Bu kitabın gəldik axirlərinə yetişirik. Yenə buna üst tərəfdə görürük ki, hətta bunun burada əlan görürük ki, od düşübdür. Yəni bu qismətdə görürük ki, od düşüb kitaba, kitab yanıbdır. Qırağı üstdə çürüməklər başladı, qıraqda yanıqları görürük, səfələr yanıbdır. Üstdə çürüməkləri görürük. Kitab çox bəla keçib başından. Yəni həm çürüyübdür, həm siçan ehtimalən yiyib, həm də od düşüb canına. Amma can salim qurtarıbdır bəlalardan və bu gün bizim əlimizə yetişibdir. Bunu bir çox yerin rahat, məsələn, bu sətri ehtimalən oxumaq olmaz. Burada bir başdakı sətri, amma bu birisləri oxumaq olar. Kitab aşağıda da su gəlib hesabı qatışıbdır. Burada da siçan düşüb canına ya çürüyübdür. Əslən oxunmaz. Kitabın bir çox xətləri oxunmaz. Amma yenə dediyim kimi Allah Taala rəhmət eləsin. Kitab burada qurtarır və kitabın sonuna gəldik. Heç zat yoxdur. Qeydaq bunu indi bu iki dana, əslində bu kitabın iki dana mühüm əlyazması vardır ki, biz onlarla tanış olmalıyıq. Burada elə əvvəldə oxuduq, dedik ki, bu həqir və fəqir pürtəqsir Əs-Seyyid Əl-Hac Abdülqadir Əl-Məruf به امیر خواجه Kəmankeş Əl-Üsküdari bu kitab müstədabi mülkümdən ixrac edib Üsküdarıda vaqe valideyi Ətiq Cami Şərifinə şul şərt ilə vəqf elədim ki, tələbəyi ulumidən hər kimə iqtiza edərsə rəhn qoya və yaxud kəfili mili iliyə verib ta qəraəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə, cildin sökməyə, uşaq əlinə verməyə və təbdil və təğyir etməyə. Əgər şərtlərdən birinin xəlafi zuhur edərsə, təzmin olunə. Fəmən bəddələhu bə'də ma səmə'əhu fəinnəma isməhu ələl-ləzinə yübəddilunəhu nəzm-i kərimi fəhvasıncə ism olmayələr, əsəm olmayələr. Bu tərəflərdə də yazılar vardı, əl yazmalar, bunlardan getiririk. Burada nikah haqqında bir şey yazılıbdır. Hürriyyət və nikah səhih və duxul biha və hiyə alə siğətil ihsan. Beləsi bir şey burada vardı. Hərəsi bir şeydir. Bunları oxumaqdan keçirəm. Çünki fəqət istəyirik ki, əsli məsələn oxuyaq. Kitabın burada bir dedik yazısı vardı. Tövbə konənd. توبه کننده خود را به رو پروردگار که روزگار تو را چاکر بسط کینه گذار. بله bir şeydi ehtimalen که روزگار تو را چاکری است کینه گذار. Üstdə də möhrü görürük. Əuzu billahi min qəlbin la yaxşəu. Allaha pənah aparıram. Allaha sığınıram o qəlbidən ki yaxşə ədəyir, xuşusu yoxdur. Özün aşağı görmür və elmin la yənfəu və o elmidən Allaha sığınıram ki nəf'i mənfəəti yoxdur. İndi görün ki Allaha sığınaq bombatomdan, Allaha sığınaq bu dava dərmanlardan, bu yemaqlar ki dava ilə düzəldirlər, bizə verirlər. Yəni bunlar mənfəəti yoxdur, zərəri var. Yəni istəyirəm bunu deyəm ki vəl elmin la yənfəu və yəzürrü hətta və dua in la yəsməu və Allaha sığınıram o duadan ki eşidilmir və nəfsün la yəşbəu və o nəfsidən ki doymur. Ya mən la yəşğəluhu səm'un ən səm'in. Ey o Allahi ki səni heç zat məşğul eləməz ki eşitməyəsən və ya mən yüğəttiluhu. Tamam, beləsi dəva edir, bir duadır, gedir aşağıya. Kitabın çox da içinə rəbti yoxdur. Bunu soralar kitabı alanlar yazıblar. Kitabın, burada dedik Bismillah üçün, kitabın adı üçün yer qoyulubdur, amma görmürük onu biz. İndi burada görək ki, kitab nə yazıb. Əvvəl girək o kitabı. Dedik əl yazmaq. Bu kitabın birin bildik. Birinin axirdə bunun elə. Axirdə tarixin oxuduq, gördük ki 1112-də yazılıb. Yəni neçə il öncə, əvvəl onu çıxadaq görək ki, neçə il öncə yazılıbdır.
İndi 1448-ci il yox, əgər bundan çıxsaq 1112-ni, bu olar 336 il öncə bu kitab yazılıbdır. 336 il öncə yazılıb. Bu birinci, bu kitabdan birinci şey bunu bildik. Bu 336 il bu kitab ehtimalən bu bölümdə nüsxədir. Yəni əl-əvvəlin birinci əlyazı deyil. Bəlkə bir nəfər ayrı bir əlyazını qoyub qabağına üstünə yazıbdır. Ehtimalı çoxdur ki, nüsxə olsun. Amma bunu yazan, bu nüsxəni yazan, yəni bu xətti yazan dünyada bir danadır. Onun üçün də bu əlyazma ona məxsusdur. Adam ölüb gedib əlyazması qalıbdır. Allah Taala rəhmət eləsin, ruhu şad olsun. Biz indi onu çalışacağıq. Bizim bunu oxumaqda neçə dənə çətinliyimiz olacaq. 1. Türkçe dilində çox zəifik. Mən özümü deyirəm yəni. Biz Türkçe dilində zəifik. Türkçe dilində təhsil almamışıq. Əlyazı oxumaq özü çox çətin bir işdir. Onda da təxəssüs almamışıq. Bu 4. Və bu 4 dənə. Və təxəssüsü dili ola bilər. Yəni bu indi nə hansı elmdə ya hansı qonuda yazıb onun bir təxəssüs dili var. O da bunu çətinlədə bilər. Bu da 5-ci oldu. Və biz onun bəzi lüğətlərini bilmərik, zehnimizdə yoxdur. Onun üçün də oxumaq biraz zor olar. Amma çalışacağıq, oxuyaq. Elhamdülillahillazi təvəhhədə bil vəhdaniyyəti anil əmsali vəl iktifa'il qadirillezi tüfərrədu bil fərdi فردانية تفرد بالفردانية عن الأعوان والشركاء العالم الذي أحاط علمه بجميع الأشياء الخالق الذي تعالى عن النظير والفناء والصلاة والسلام على محمد سيد الأنبياء والأتقياء وعلى آله وأصحابه محاسن الآثار والسراء وبعد. Kitabın buradan Allah'ın hakkında biraz danıştır. Dedi ki ben neye Allah hakkında inanıram. Sonra da Hazreti Enbiyalara, Seyyidimə Hazreti Peyğəmbər sallallahu aleyhi və səlləmə salam salavatını göstərdi. Sonra da ətqiya, onlar ki təqvalıdırlar. Sonra da Hazreti Peyğəmbərin alinə, yəni evladına, ailəsinə, ailə deyəndə hər kəs ki ona yaxındır və əshabinə, yoldaşlarına onlara salam salavatını göndərdi. Fəinnə, əcəba ehtimala bu ərəbcədir. Fəinnə bisifətil imani vəl etiqad əhəmmi minəl umuril mühimmiyyə və mənbəil usulid diniyyə olduğu əcəldən. Cümləni gördünüz nə gözəl yapışdırdı. Deyir ki, fəinnə bisifətil iman, imanın sifətindən və etiqaddan umur-i mühimmədəndir. Və mənbəy usulü diniyyədən olduğu üçün, əcəldən, yəni olduğu üçün bu əbd-i həqir-i qəlilül bəzaət adı nədir? Yazar kimdir? Yazarın adını yazaq. Yazar. Kimdir? Bu əbd-i həqir-i qəlilül bəzaət Şeyx Muhammed adı elə bu qədər yazıbdır. Şeyx Muhammed bu elmi etiqadiyyatın bilməsini ula görüb təhririnə iqdam və tərtibinə ihtimam edib. Li'əclil əsəri 47 parə kitabidən, diqqət buyurun, li'əclil əsəri, buna görə ki təsiri olsun, 47 parə kitabidən məsaili, 47 kitabdan, bunu yazaq, bunu çox mühümdür. Mənabi ehtimalə olacaqdır 47 kitabdan. Məsaili, indi burada aşağıda yazdı məsail. Bu sonki səhifədə, baxın burada da görüm o cürdə yox. Görürsünüz aşağıda ilə yazıbdır. Bu səhifə ilə ilə başlayır. Burada aşağıda yazmayıbdır. Amma məsail sözü bu səhifədə təkrar olur.
bu iki dana teknikdən istifadə edibdir ki, qədim səfələrə, vəraqlara nömrə qoymurdular, 1, 2, 3, 4 yazmırdılar səfərin başında, aşağısında, böyründə. Onun üçün aşağıda iki dana rəvişdən istifadə edirlər. Ya eyni bu səfə kimi ki, bu səfədə, bu vəraqda, bu vəraq indi bir dana vəraqdır. Bu vərağın sonu bu üzün yazıb qutarıb, bu üzün də yazdı qutardı. İndi o birisi vərağa keçəcəkdir. Burada aşağıda yazıdan eşikdə aşağıda yazırdı ki, o birisi vəraq hangi kəlmə ilə başlayacaq ki, dünənlərdə bir kitabla tanış olduq ki, 20-ci səhifəsi və 60-cı səhifəsində burada yazmışdı hangi kəlmə ilə başlayacaq o birisi. Amma biz baxdıq ki, kəlmə yoxdur və biz çox səfələr ehtimalən cırılıb aradan gedib. Ehtimalən bir səfə vəraq ola bilər, ehtimalən 20 vəraq ola bilər. Cırılıb gedibdir. Bunu gördük dünəndə. Bir burada, indi bu iki, bu son xəttin axirin, bu birisi səfənin, tazajdan gəlir, bu birisi səfənin əvvəlində təkrar edir. Ya da ki, bunu burada aşağıda, burada sətrin axirində yazmır, aşağıda qıraqda yazır. O birisi səfədə hangisi ilə başlayacaqdır. Biz indi burada bu səhifədə görürük ki, bu sətrin son kəlməsi məsail, burada məsail təkrar olub, amma ikinci səfədə görürük ki, aşağıda ilə yazıbdır. Ola kitab ilə, burada da görürük ki, ilə ilə başlayır. İlə və şərif, beləsi şəriət, beləsi davam edir. Bu iki dana teknikdən feylən istifadə edibdir, görək ki, nə olacaqdır. Burada kitabın, bu sətrin axirləri bilirik, bir 10-15 səhifə, 20 və səhifə təqribən çürüyübdür. Məsail-i intiqab və dərcü bəzi əsrar ehtimalən ulumidən qutuldu da, bilmirik nə mənadır. İstihsal ehtimalən olacaqdır. Elibdir. Dedi 40 danadan çox, əgər səhv eləmirsəm, 47 mənabə 47 kitab. Bu kitab, bu mətləbi yazmaq üçün götürdən 100 səfə də əgər yadımda qalsa, 98 səhifə, bu 98 səhifəni yazmaq üçün 40 dana kitabdan istifadə edibdir. Məsail-i intiqab və dərc və bəzi əsrar ulumidən istihsal olunub. 8 fəsl üzərə kitab 8 fəsildə yazılıbdır. Fusul 8. 8 fəsl üzərə ixtisar qılındı. Mütaliəsi bərəkatində. Mən bərəkat oxuram. Mütaliəsi bərəkatində iman vacib olduğu nəsnələrə ələ təfsil, yəqin təhsil və təhziz təqlididən xilas olunub. Görürsünüz, qədim də təqlidinə müxalif idilər. İndi bizi o qədər təqlidə bizi gətiriblər ki, biz hər şeydə müqəllid olmuşuq. Və bunun üçün də indi sosial mediada özəlliklə o qədər yalanlar gəlir, o qədər əcib yalanlar adam görür ki, əslən bir mütəxəssis olmasa və şəkk insanı olmasa, insan əgər hər şeydə şəkk eləməsə, düşər xətalara və çox ağır müşkillər tapar. O zamanda bununla belə ki, kitablar çox diqqət olunurdu filan, amma yenə də yalancad ola bilərdi. Onun üçün burada deyir ki, iman mütaliəsi bərəkatində iman vacib olduğu nəsnələrə, imana vacib olduğu nəsnələrə ələ təfsil, yəqin təhsil, yəqin hasil olmaq üçün, təhsil hasil olmaq üçün və həziz təqlididən, həziz yəni batlaq deyək. Batlağın, təqlidin batlağından xilas olunub, fəvaid lətifəyə husul və övci həqiqətə vusul olunə və həqiqətin də başına çıxmaq olsun. Və lakin hər nədənlü, qırmızı xəttinin hər nədənlü hüsn tərtib bulsa, xətadan təhzib bulmaz. Hər nə cür deyir, biz bunu toplasaq ehtimal içində hüsn tərtib, yəni bunu bir-birində alısı yazsaq, filan bəhman qələmində zadında, hüsn tərtib bulsa xətadan təhzib bulmaz. Təhzib paç. Təhzib bulmaz mənfi elibdir. Paç olmaz deyir. Yəni içində xətası var. Məəhaza bununla belə nəhəci istiqamətindən, Nəhcül Bəlağə də bu sözdən gəlir. Nəhc nə deməkdir? Kitabın adını bilmirik, istəmirdim bunu
Gedən bura ki, əgər gəlsə, bu birincisini açdıq. Əgər eləyə bilsək, ChatGPT-ni də açdıq. Əgər bu açılsa, mən normalda bundan çox işləyirəm. Əgər bu açılsa, aha, açıldı. Açılsa, bunda yazar şey, bu gün bir qəşəng yaza bilmədik, təzəşdən yazmalıyıq. Bu gün, bu nədir burada qaldı? Hər nədir? Bugün bir əl yazma kitabla tanış oluruq ki, bu kitabın içində bir neçə risalə toplamışlar. Hər risalenin əlyazması və sətir sayıları bir-birindən fərqlidir. Eyni halda bu kitabın sahibləri da kitabın hər boş yerində özlərinə maraqlı olan qonuları yazmışlar. Kitab çox acı hadisələri başından keçirib, həm suya düşüb və bir çox yeri islanmışmış. Həm kitabın baş tərəfi çürüyübdür və çürüdüyünə görə bir çox səhifələrdə sətirlər kamil oxunmur. Aynı halda kitabın son bölümü oda məruz qalaraq az da olursa olsun yanmışdır. Bir inci risalenin nəsxi 1112 Hicridə
tamam olmuş görünür və nəssahın adı isə neydi? Nəssahın adını gördük, niyə yazmamışam? Şeyx Məhəmməd kitabı yazandır. Amma bir də bunu kiçildək gedək o səhifəmizə. Aha. Burada dedi ki nə dedi? Əgər oxuya bilsək, təhqiq etmişdir. Qəd və əl-fəraq min kitabəti hazəl kitab fi qərri cəmadül ula səni yazmayıbdır. Kim yazıbdır? Nəssahın adı bəlli deyil bəs. Qeydirik yenə də səfənin əvvəlinə və tamam, bura gəlmişdik. Bu birisi səfəni oxuyurduq. Dedik ki nəssahın adı yoxdur. Yazar və görünür. Birinci Risalenin birinci səhifəsində yazar özün necə tanıtdırmışdı, onu yazaq burada. Bu nədir? Yazar özün bu əbd həqir qəlil bizaə, əgər beləsi eləsək, özün əbd fəqiri qəlil əl-bəzaət Qərilül Bəzaə Şeyx Məhəmməd qələmə almışdır. Nəssahın adı bəlli deyil və Şeyx haqda kitabın digər səhifələrində daha artıq bilgi olmasına inanıram. Ehtimalı var ki kitab nəssahın əlindən çıxmış olsun, amma nəssahın adı bəlli deyil. İndi burada bir kəlmə yazacağıq. Nədir? Onu itirdik. Nəhc. Bu kitabda hələ adını da bilmirik. Heç bilmədiyimiz üçün bir sual soruşa bilməyəcəyik. Tamam, elə bu qədər görər, getsin. Yazaq ki Nəhc
bizə nəhci desin. Biz fəqət bu nəhci bilaq qeydaq kitabımız. Qardaşım, bu qıssa və lövhə kimi sözünlə məndən nə danışmağı, hansı yolu göstərməyi və ya hansı qonu, nəhc yəni yol göstərməkdə açmağı istəyirsən. Bu əlyazma kitabın yolu və məqsədimizi düşünərək nəhc sözü bizə bir neçə yolu xatırladır. Nəhcül bəlağə və ya klasik mütunların yolu. Yol deməkdir nəhc. Nəhcül bəlağə də yəni bəlağətin, yaxşı danışmağın yolu. İndi gəldik bura ki, dedi ki, hər nədənli hüsnü tərtib bulsa xətadan təhzib bulməz mə'haza nəhci istiqamətdən və səbili səvabidən təcavüz olunməyə inşallah Teala zikri tərtibi fusul. Fəsilləri 8 fəslidir, amma görək ki, nələrdir? Fəsl əvvəl əqaid əhl-i sünnət və cəmaət. Əqaid əhl-i sünnət və cəmaət. Mən bunu əvəzin ki, burada yazım. Gedim elə orada yazım. 2 dəfə təkrar etməyin bu işi. Bu risalənin 8 fəsli olacaq ki, əqaid əhl-i sünnət və cəmaət. Əqaid əhl-i sünnətü vəl cəmaət. İkincisi. Əlbəttə eləyə biləm bunları ədəddə qoyam ki, daha rahat olan mən. Əvəzin ki, ödür olsun, deyək 2. 2. Tərcih məzhəb. Tərcih məzhəb. 3. Bəhs-i millət. Bəhs-i millət. 4. Sirri qədr. Sirri qədr ya sirri qədər. Sirri qədər. 5. Təsəvvüf. Təsəvvüf. 6. Təbir rüya. Təbir rüya. 7. Mü'mini mübtəla. Mü'mini mübtəla nə deməkdir bilmirəm. 8. Min əhvali dünya. Min əhvali dünya. Bu 8 dənəni burada yazdıq. Getdi, görək ki, nə deyəcəkdir burada? Və təlvih. Bir də əlbəttə burada qırmızı yazıb və təlvih. Nöqtələrini digəri ilə qoyubdur. Bəllidir ki, bunu soralar yazıblar. Yəni, hətta fəslin zadını da nöqtəsini qoyublar, sonra yazıblar. Belə nəzərimə gəlir ki, nöqtələri sola qoyublar kəlmənin üstünə. Yəni, bir dəfə yazıblar, sonra nöqtələri qeydiblər, qoyublar. Belə mənə gəldi. Və təlvih ruh insani və ruh heyvani. Ehtimalə əhval-i dünya, bunun davamı beləcə olacaqdır. Əhval-i dünya və təlvih ruh insani və ruh heyvani. Bu kitabın 8 şeydir. İndi məlum ola ki, insanın nəfsinə dövlət-i əbədi və səadət-i sərmədi oldur ki, sani'ün cəllə zikrihu zatinə və sifat-i cəmaliyyəsinə və nu'uti cəlaliyyəsinə və ondan sadir olan asara və əf'alə dünyada və uqbada mərifət və yəqin hasil edə. Fil cümlə, kişi məbdəini və məadini, yəni əvvəl nədən vücuda gəldi və nə məqamə udət etsə gərəkdir, kəma yənbəği bilə. Kəma yənbəği yəni o cür ki, lazimdir, şayistədir, o cür ki, gərəkir, o cür bilmək lazımdır. Bədühü,
Məlum olsun ki, əhli sünnət və cəmaət cümləsi böyləcə etiqad edib ittifaq etdilər və dedilər ki, bu mövcudat nə qədər ki var isə, yəni aləm dedikləri şey, aləm dedikləri şey cümlə əczası ilə mövcududur. Sünnilər bir tamamən bu cüzü yetişiblər bura ki, dedinə mənə cümleyi əhli sünnət və cəmaət cümləsi belə etiqad edib buracan etiqadları və itqan, yəqin tapıblar, etdilər və dedilər. İtqan, etiqad edib əvvəl etiqad tapdılar, sonra itqan tapdılar, ittifaq tapdılar, yəni hamısı müttəfiq oldu, birləşdilər və dedilər ki, bu mövcudat nə qədər ki var isə, hər nə mənə ki biz fikr edirik zehnimizdə, ya görə bilirik, ya eşidə bilirik, ya ləms eləyə bilirik, ya iyləyə bilirik. Daha nə mənəmiz vardı? Şeyim hamısını dedim da elə. Yəni bunların hamısı deyir ki, və təxəyyül eləyə bilirik, bunların hamısı deyir ki, mövcud hesab olur, mövcuddur və sabitdir və bu mövcudata aləm denildi. Onlara dedilər aləm. Hər nə mənə ki buna dedilər aləm. Allahu Teala'nın vücuduna dəlil olub və dəlalət edib əlamət olduğu üçün bunlara da niyə dedilər aləm? Çünki deyir Allahın varlığına dəlildirlər bunlar, sənəddirlər. İndi bu aləm cəmi əczası ilə mövcud olduğu kimi yenə cəmi əczası ilə hadisdir. Bunlar da hadis olublar, hudus tapıblar, yəni sonradan düzəliblər, tapılıblar. Həmişə yox idi. Bunlar bir zaman hər əlinin özünün bir ömrü var, bir başlanğıcı var. Mən 60 il bundan qabaq başlamışam. Bir neçə ildən sonra yox olacağam. Yer kürəsi məsələn neçə milyard il bundan başlayıbdı. Gün məsələn neçə milyard ondan daha çox ömr eləyibdi. O birisi beləsi. Hamısının sonunda bir başlanğıcı var və sonra bir ölümü var. Yenə cəmi əczası ilə hadisdir və sonradan olmədir. Sonradan olublar. Sonradan olmədir. Yəni ədəmi ilə, ədəm də yəni sonra da yox olacaqdır da. Yəni ədəmi ilə və yoxluğu ilə sibqət etmişdir. Deyir ki, yəni bunlar sonra sibqət etmiş, yəni qabağa gəlib. Əvvəl varlıqları yoxluğunun qabağındadır. Yəni sonra yox olacaqlar. Beləsizdir deyə. Və kəzalikə vücudinə və hudusinə hər kəs üçün elm sabitdir və mövcuddur. Əlbəttə bu dində belədir. Daha fəlsəfədə bunu bəhs edirlər ki, vardır, yoxdur. Məsələn, ekzistansiyalist ki deyirlər, yəni haman mövcud, vücud, varlıq var, yoxdur. Bu ekzistansiyalist də deyir ki, yox, vardır da. Niyə? Deyir ki, mən fikir edirəm, vardır. Xoş deyir ki, qədimkilər deyiblər, çünki mən şapalaq vururam sənin güzün ağlayır, bəs vardı da. Yəni beləsi çox rahatca bunu yetişiblər. Amma indi bu ciddi bəhsidir. Bəzilər fəlsəfədə deyirlər ki, yoxdur, yox, biz yoxuq, biz kölcüyük, bir xiyalıq, bir belə bir şey. Hər kəs üçün əlbəttə onun da nəticəsi olur da. Onda da insanlar məsələn öldürmək rahatdır. Çünki siz inansaz ki, bu dünya yoxdur və axirət də olmayacaqdır. Onda deyirsiniz, mən məsələn burada kölgələri öldürürəm da, nə olsun ki məsələn. Necə biz rahatca milçəyi, mığmığanı, bəzi heyvanlar, bunların da canları var. Amma biz onları öldürürük. Özümüzü qorumaq bəhanəsi ilə onları öldürürük. İndi bir də baxar, bir fəlsəfədə belə düşünsə ki, bunlar kölgədirlər, bunlar yoxdurlar, olmağının, olmamağının ərzişi yoxdur. Sən qiyamət də yoxdur. Rahatca düşərlər, adam öldürərlər. Bəziləri indi oturublar, deyirlər ki, onlar ki şeydilər, dinçidilər, çox adam öldürüblər. Onlar ki dinçi deyirlər, onlar adam öldürmüblər. Onların əlində qüdrət yoxdur ki, onların da əlinə qüdrət düşəndə adam öldürəcəklər ya da öldürürlər elə.
Onu baxmaqdır görək ki, ha zaman. İndi məsələ onların əlinə qüdrət düşüb elə indi bu düşür deyirlər adamlar özlərini öldürməyə gedib icazə ala bilərlər. Yəni bir dövlət gərək icazə verə ki, bir adam özünü öldürsün. Yəni dövlətin əlinə bu icazəni indi yavaş versələr, bunun görün ki, sonra nə mənə nəticələri olacaqdır. Yəni dövlət çox rahatca deyə bilər ki, yox, məsələn bu məhəllə məncə ölməlidir. Bu sin ölməlidir. Bu yaş ölməlidir, bu məmləkət ölməlidir, o məmləkət ölməlidir, bu şəhərdə adam qalmamalıdır. Yəni, çox rahatca dövlət belə bir iş görə bilər. Biz bu tərəfə gedirik əslində. Və kəzalikə vücudinə və hudusinə hər kəs üçün elm sabitdir və mövcududur. Yəni, bilirlər və bu elmin həm bilirlər, həm də bu bilmək özü bir elmidir. Bu elmin səfənin əvvəli cırılıbdır, bilməyəcək nə yazıbdır. Nübüvvəti mühəqqəq olub. Mən indi nübüvvət oxudum, amma nədən bunu oxudum bilmirəm. Çünki bu cırıqdır. Ola bilər ayrı kəlmə olsun. Mühəqqəq olub mövcud olması vəc ilə, üç vəc ilə və üç təriq ilədir. İndi üç vəc ilə üc yazıbdır. Üc, mən ovc oxudum o dəlildən. Üc vəc ilə və üç təriq ilədir. Əvvəlkisi həvası səlimədir. Bizim salim həvassımız, həvası səlimədir. Həvası səlimə isə 5-dür. Əvvəlkisi qulaq, sağ və salim ola. Əvvəlcəsi sağ və salim ola. Əvvəlkisi qulağı sağ və salim olandır ki, bir şey istima eşitmək. İstima edib və eşitdiyi zamanıda fikr edib və düşünə. Bədəhu ana elm lahiq olub. Qulaqdan bizə elmi gəlir. Biz səs eşidirik. Quş səsi gəlir. İt hürür. Pişik müyüldür. Eşşək anqırır. Adam danışır. Xanımlar gülürlər. Uşaq ağlır. Arı üçür. Bunlar dediyimiz nədir? Bizə elmidir. Bunlar biz elm, yəni bilgi. Bunlar biz bilirik. Eşitməsək bilməyəcəyik. İndi deyək ki, qulaqlarımızı yumduq, xiyabandan maşın gedir, eşitmirik. Orada təyyara gedir, eşitmirik. Orada bomb partlayır, eşitmirik. Gözlərimiz də buna tayyid yumruq deyir, mən eşitmirəm, görmürəm. Elm lahiq olub, sabit və mühəqqəq olandır. Sabit və mühəqqəq olandır, biz bunları bilirik. İndi bəzi adam deyirlər ki, məsələn, mən bəzi şeylər görürəm. Biz onu eləyə bilmirik, bilək. Oradan bizə elm hasib olmur, amma ona elm hasib ola bilər. Burada indi bir şey yazıb və ikincisi ehtimalən yazıbdır. Su töküldüyü üçün rəh biraz qatışıbdır. Gözü sağ və salim olandır ki, bir şeyi görsə və diqqət edib fikr etsə, diqqət buyurun, tərif edir ha, gözü sağ və salim olandır. Məsələn, astigmatı olsa sağ salim deyil. Kör olmaq bir sağlıq deyil. Salim olmaq, sağ olmaq, salim olmaqla nə fərq var? İndi bu da bir məsələdir. Amma sağ salim işlədibdir. Məsələn, biz iynəni saplayanda bəzi adamlar bəzən gülürük da. Bu iynənin hey aparır o yüzlüğündən. Bəzisi görürsən ki 1 milimetr o yüzlüqdur, bəzisi 5 santimetr o yüzlüqdur. Bu gözün çəp görməsindəndir. Bir də biz buradan baxırıq uzaqda, məsələn, görürük ki bir adam gəlir, amma nəzərimizə məsələn onu diqqət eləyəndə barmaq ucundan görürük. O adam barmaq ucundan da ehtimalən 180 santimetr, 192 metr adam boyu olar, amma onu biz barmaqcan, hətta barmaqın ucundan da kiçik görürük. Niyə? Bizim gözümüz xəta edir. Gözümüzə çox da inanmamalıyıq. İkincisi, gözü sağ salim olandır ki, bir şeyi görsə və diqqət edib fikr etsə, bədühü, yəni əvvəl gərək diqqət eləyə, sonra da fikr eləyə ki, o adam orada görsənir, o axı bir barmaq ola bilməz. Mən uşaq idim, yadıma gəlir, gedirdik
qara torpaq deyərik bizim yerimizdə. Orada dağın başında otururduq. Yol, maşınlar gələcəkdi, Mendərən qəlbisi deyirik. Oradan gələcəkdi. Buradan baxırdıq, ora maşınlar baxırdıq. Barmağımızla da belə gözümüzü tuturduq, baxırdıq, dedik, bax, mənim barmağımın ucu candı. Maşın gəlirdi, hey, gəlsin görək nəyə çalıqda. Bunun içində cin oturubdu. Adamlar çıqqılı adamlar, o inşaatda maşın olmaz. Ciddən belə inanırdıq. Yəni məsələn 6-7 yaşımızacan maşını da görməmişdik. Uzaqda da olmağın fərqini bilmirdik. Maşın gəlirdi, bizim yanımızdan keçirdi. Deyirdik, oy çıqqılı maşın hanı? Biz çıqqılı maşın axtarırdıq. O halda ki, o məsələn ən azı bir səvari idi da. Yəni məsələn 4 nəfər, 5 nəfər içində adam oturmuşdu. Ən azı bu idi. Amma biz onu ya gözlürdük ki, o bir böyük çıqqılı bir maşın olacaq, bu qədər. Onun da şeyi olacaq. Amma biz onu görmürdük. Gələndə bizə yaxın onu yekə görürdük. Bu xəta. Niyə? Çünki biz onu fərqin bilmirdik ki, uzaqda bir şey kiçik görər, gələndə yaxında yekə görünər. Və yaxına gəlsək, gözümüzə yaxın gətirsək, iynə özü kiçikdir, amma onu gətirsək gözümüzə, onun dəliyi belə bizə çox yekə görsənər, gözümüzə çox yaxına gətirsək. Bu da bizim gözümüzün sağlıq məsələsidir. Üçüncüsü, dəmağı sağ salim olandır ki, bir şeyi şəmm edib. Dəmaq burada beyin deyil. Dəmaq burada burundur. Dəmağı sağ və salim olandır ki, bir şeyi şəmm edib, iyiliyib, qoxsa, qoxduğu zamanda, qoxmaq, qoxi də deyirik biz. Amma görürsünüz burada qoxunu tamam şeyə işlədir. Yəni biz qoxu bizim Azərbaycanda qoxunu pis iylərə işlədirik, iyi də pis iylərə işlədirik, ətri yaxçı iylərə işlədirik. O halda ki iyidir, qoxudur, biz hər halda bunu işlədirik. Dəmağı sağ salim olandır ki, bir şeyi şəmm edib, qoxusu qoxduğu zamanda rayihəsini, rayihə ətrini əxz edib, alsə bədühü, burada bir kəlmə yazılıb, oxunmur, el-elmüdür, nədir? Ana, bədühü, ana elmi lahiq olub. İndi buradan biz bildik ki, bu ot kolondur, bu qızıl gülüdür, bu heyvan ətridir, bu adamın qoltuğunun ətridir, bu əyağının iyidir, bu beləsi. Əlbəttə, analar məsələn birdən uşaqlarının ətrin bilirlər, fərqin bilirlər. Məsələn, mən bilmirəm, amma analar bilirlər. İndi məsələn, diqqət buyurun, heyvanlar, itlər məsələn, mən itləri misal vururum, neçə milyard adamın, deyək neçə milyard deməyək, bir dana şəhərdə, məsələn, Torontoda, ya Təbrizdə, ya Tehranda, İstanbulda, məsələn, İstanbulda 20 milyon adam yaşır. Bir dana adamı axtarırıq, onun corabını veririk, bu it iyilir. O 20 milyon adam, milyonlar heyvan, it, quş, müxtəlif itlərdə, bunların hamısının içindən o siçanlar, filanlar, hər şeyin iyi var. Onların içində o bir dana adamın iyini tutur, onu o şəhərdə axtara bilir. Qatışdırmır bir-birinə. Biz isə 2 dana iyi qatsaq bir-birinə qatışdırırıq. Bilmirik ki, nə olur. Üçüncüsü, dəmağı sağ salim olandır ki, bir şeyi şəmm edib, qoxsa, qoxduğu zamanda rayihəsini əxz edib alsa, bədühü ana elm lahiq olub, sabit və mühəqqəq olandır. Dördüncüsü, ağzı və lisani sağ salim olandır ki, bir şeyi əkl edib, əkl yemək edib, burada bir şey yazılıb, oxunmur, su tökülüb üstünə, bunlarda bəzi şeylər oxunmayacaqdır. Əkl edib, yesə də ehtimalən nə mənə, ya bilmirəm o nə oxunacaqdır, və dadsə və ləzzətini alsa, bədühü ana elm lahiq olub, sabit və mühəqqəq olandır. Beşincisi, cəmi-i bədəni, başdan ayağa, tükümüzdən ta dırnağımıza qədər, ayaq dırnağımıza qədər, əllərimiz də onun içində, dırnaqları da onun içində. Beşincisi, cəmi-i bədəni sağ salim olandır ki, bir şey yapışsa, ya dayansa, yapışdığı və ya dayandığı zamanda fikr edib, bədühü ana elm lahiq olub, sabit və mühəqqəq olandır. Bu 5 şey həvas-ı xəmsə derlər. İndi, bu da cəlib bir şeydir. Biz bədənimizi vururuq. Bəzi azmayışlar ediblər, adamın gözünü bağlırlar.
əlin bir şeyinə məsələn belə sıxırlar, üstünə isti su tökürlər. Adam deyir bəlkə əlin kəsdilər, qan axır. Amma əlin kəsməyiblər. Sadəcə burada bir fişar veriblər və bunu isti su töküblər. Bəzən adamın əlin istiyə qoyurlar, bu istidən çıxadıb məsələn buza yapışdırırlar. Adam deyir bəlkə oda yapışdı. Tab zehni gələ bunu təşxis verər ki, bu od dəyi, su dəyi biraz keçir. Bu da bizim bədənimiz bizə çox yalan şeylər verə bilir, nişanələr verə bilir. Gördüyünüz kimi kitab çox sadə bir dildə su tökülən yerləri oxumur. Mən deyirdim, mən bunu oxumaqda zorluq çəkəcəyəm, amma nəzərimə gəlir ki, çoxca gözəl bunları şey eləyibdir. Mən indi burada yazım ki, birinci fəslidə Şeyx Məhəmməd birinci fəslidə 5 havası bir tərif edib və hər havasın doğru olması üçün lazım olan qeydləri də dilə gətiribdir. Gözəl. Bunu da burada öyrəndik ki, bu adam belə bir iş yürübdür. Mən bunu daha davam etmirəm. Gedək bu kitabın axirlərinə ya da vəsətlərindən biraz oxuyaq. Cırıq olmayan yerindən biraz oxuyaq. Məsələn, mən Calib Dəcə bunun ikinci fəslini oxusaydıq, biraz da ikinci fəslidən oxuyaydıq. Görüm ki, görə biləcəyəm bu fəsli. Burada bir şey yazıbdı. Günah-ı kəbair nə mənə belə bir şey yazıbdı. Burada bir şey yazıbdı, oxumalıyıq. Və dəxi cəhənnəm məxluqlərdir, yəni yaradılmışlardır və hazirlərdir. Cənnət, məsələn, bu deyir ki, behişt indi yaranıb orada vardı. Allah oranı boş qoyubdu, nəyə məsələn? Mən bilmirəm. Məsələn, orada yəni boşdur, cəhənnəm də boşdur. Çünki biz hələ qiyamət olmayıb gedək ki, behiştə cəhənnəmə. Məsələn, bu beləsi düşünür ki, cənnət-ü cəhənnəm məxluqlərdir, yəni yaradılmışlardır və hazirlərdir. Cənnət gögüllər üzərində və ərşün altında. Gögülər oxudum mən, gögülər olacaqdı, göylər. Cənnət gögülər üzərində və ərşün altında və cəhənnəm təhtü şiradə. Bir yer deyibdən o indi şira haradı bilmirəm. Yəni 7 qat yerin altında olması haqqdır. 7 qat yerin altında harası olacaq mən bilmirəm. Orada deyir ki, yəni yerin dərinliğini, istəyir belə desin ki, yerin dərinliklərində olacaqdır. Tamam, yerin dərinlikləri tüm bəşəriyyəti görməz. Orada cəhənnəm o qədər də şey olmaz yəni. Olması haqqdır və sabitdir və içində olan şeyləri dəxi fani olmazlar. Hər nə ki cəhənnəmdə var, behiştdə var, deyir, onlar aradan getməyəcəklər. Daima bəlkə göz yumub açınca həddi intifaidən, yəni faidələnmədən çıxarlar. Ancaq və dəxi möminlərin irtikab edib işlədikləri günah-ı kəbair anları imanidən çıxarıb küfrə idxal etməz. Yəni kafir olmazlar, bəlkə günahkar olurlar. Məgər kim kəbair işləmək halaldır deyə. Kəbair işləmək halaldır deyə nəuzu billah kafir olurlar. Gördünüz ki, indi və dəxi günah-ı kəbair əd edib saymədə rivayətlər müxtəlifdir.
saymaqda da neçə dənə günah kəbair hansısıdır. Rivayətlər müxtəlifdir. Həzrəti Abdullah ibn Ömər rəziyallahu anhu rivayətində 9 dər. Əvvəlkisi şirk billahidir, nəüzü billah. İkincisi, beğeyri haqq adam qətl etməkdir. Əvvəl Allaha şirk etmək günah kəbirə. Mən bunları bilmirəm, bunları oxuyayım. Mən özüm bilmirəm bunları. Bilsəm də yadımda deyil. Əvvəlcisi şirk billahdır. İkincisi, beğeyri haqq adamı qətl etməkdir. Nə cür haqq olacaq beğeyri haqq? Onu bilmirəm mən. Haqq ilə adam öldürmək olar məsələn. Üçüncüsü, zinadan mühsine-i övrətidir. Məzlikdən və yaramazlıktan məhz olduğu zina və livat ilə səbt etməkdir. Üçüncü, zinadan mühsine övrəti və yaramazlıktan mühsin ökli zina və livat ilə səbb etməkdir. Söz verməkdir. Ya zina və livat eləyəsən, yəni birinə təcavüz eləməkdir. İstir belə desin, özəlliklə əgər mühsünə də yəni o ki əri var, arvadı var, əri var olan. Dördüncüsü zinadır, özü zina. İndi mühsünə idi o, indi bir də zinadır. Beşincisi qəza yüzündə cəngidən fərar edib kafirlərdən qaçmaqdır, savaşdan qaçmaqdır. Altıncısı qəza yüzündə cəngidən fərar edib kafirlərdən qaçmaqdır. Altıncısı səhhar olub sehr etməkdir, sahir cadugərlik. Yedincisi mali əytami yeməəkdir, yetim malı yeməkdir. Səkizincisi müslim olan kimsənə, validəsinə və pedərinə aq olub rəncidə etməkdir. Dədənənəni narahat etməkdir. Mən buna deyirəm ki, dədənənə uşaq dədənəyə haqqı valideyn olar, dədənənə də uşağa vaqqı alideyn olar. Vaqqı oğlad olar. Oğladın da bir haqqı vardır. Dədənənə onu müraat etməlidir. Özəlliklə əziyyət etməməlidir. İncitməməlidir. Pis söz deməməlidir. Qarğış-nalə etməməlidir. Nifrin etməməlidir. Bunlar da haqqı valideynlikdən çıxır. Vaqqı oğlad olur. Yəni oğladı qarğıyırlar və təəssüflə oğlada da çox təsir edir. 9-cusu Kəbəyi mükərrəmədə günah işləməkdir. 9-cu da Kəbədə məsələn günah işləyir ki, bu son zamanlarda videolarda göstərirlər. Bəzən adam gedib orada qızbazlıq edir məsələn. Tamam, bu da beləsi. Oxuduq. Kitabımızı gedək bir ayrı səhifədən görək ki, İstirdim hər fəslidən oxuyum, amma fəsli tapmaq çox çətin olacaqdır. Gedək kitabın axir səhifəsindən biraz oxuyaq, görək ki, nə deyir. Gəldik bura. Axir səhifədən biraz da öncəlikdən oxuyaq. Bu kitab çox rahat yazılıb. Mən bunu sevdim, çox rahatdır. Yəni, xətti nəzərimə gəlir, əvvəl çətin olacaq, amma sonra oxuyanda gördüm ki, yaxşıdır. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm əl-mautu töhfətil mömin. Möminə töhfə olan ölümdür. Buyurur. Deyib buyurur. Yəni deyib buyurur, yəni deyibdir, əmr eləyibdir. Deyib buyurur, doğu ana işarət. Deyib buyurduğu ana işarətdir. Nə məniyə oxumamışıq bilmirik. Əl-əyazu billah Taala muradi husul gəlmədin mürəkkəb və aləti həlak olursa, mərkəb və aləti həlak olursa, bir həsrət əzimə və müsibat daimə vaqe olur ki, nəhayəti yox. Əvvəli əzab qəbridir. Azənəllah minhu. Həman əuzu billahın azənəllah, yəni Allaha pənah aparırıq, Allaha sığınırıq. Azənəllah minhu. İndi bir kimsənin əli və ayağı məfluc olmağa kəndisi mədum olmaz. Zira ki, əl və ayaq kəndinin alətidir, kəndi dəcildür. Əl-ayaq deyir, bunlar adamın bir alətidir, yol yerimək alətidir, bundan da bir şey götürməkdir. Amma bu fələc olsa, adam aradan getmiş ki, bu əl-ayaqları işdən düşübdür. Məsələn, bətnü, şikəmü, sair əza dəxi öylədir və əksəri əza məfluc olub insan sağ olmaq caizdir və mevt oldur ki, xərac fasid olub
buxar latif təcəlli etmaq səbəbilə dünli əza fələc olub hərəkətdən qala. Ölümü də tərif edilir ki, nə cür olacaqdır? Bu da ölümün tərifidir. Mevtun mənası budur. Mevt oldur ki, xərac fasid olub. Məzac fasid olub. Üzrəm, xərac oxudum. Mən xərac şimdirəm. Məzac görürüm ki, xərac məni vermir. Məzac fasid olub insanın hər şeyi. Məzac burada ağzı deyil. Külli insanın düşüncəsi, hər şeyi aradan gedibdir. Məzac fasid olub. Ol buxar lətif. İndi burada ruha buxar lətif deyir. Yəni elə bir ki, bizim içimizdə bir buxar var. O buxar lətif təhəllül etmək. Təhlil çürüyüb aradan getməkdə demək. Çürüsə. Türkçə desək təhlil çürümək deyərik. Ya həll etmək, məsələn, biz şəkəri suda ya duzlu suda ki, həll edirik, təhlil edirik, yəni çürüdürük da, aradan aparırıq. Təhlil etmək səbəbilə dünli əza, dünliyə tamam əza fələc olub hərəkətdən qalır. Öləndən sonra adam hərəkət eləmir də, onu istir desin. Amma geri vücud mövcud olub, bədənin məkanində sabit olur, lakin hissü hərəkətə qadir olmaz. Məsələn, bilirsən ki, tıfliyyətdə olan bədənin əczası safi qandan idi, müzməhil olub təğyir olmuşdur və qədadən hasil olan əcza onun yerinə gəlmişdir. İndi məlum oldu ki, dünyaya gəldikün qalibi qeyridir və əl'an mövcud olduğun qalibi qeyridir. Biz dünyaya gələndə bir qalıbla gəlirik, öləndə bir ayrı qalıbla gedirik. Bizim əslində hər gün bədənimiz değişmək halındadır. Bu da fəlsəfədə bir bəhsidir ki, biz hər gün değişirik. İslami bəhsədə, fəlsəfəsində, filosofların arasında bəhs vardır ki, Allah qiyamətdə hangi günlə, hangi saniyə ilə biz aparacaqdı qiyamətə? Biz, mən dünənki adam deyiləm, bir il bundan qabaqçı adam deyiləm. Mənim bədənimin bir çox şeyi değişibdir. Fikrim değişib, xatirələrim değişib, düşüncələrim değişibdir, bədənim değişibdir, dırnağım kəsilib atıbdır, tüküm tərkilib gedibdir, bədənim yara olubdur, məsələn, aradan gedibdir, filan bəhman. Yaralarım ya mərizçiliklarım sağalıbdır, sağalmışam, mərizləmişəm. Bunlar hamısı hər zaman bir değişikliklər var. Hankisi mənəm, hankisini Allah aparacaqdır cəhənnəmdə onu mücazat ediyor. Belə bir bəhslər də İslami fəlsəfədə müsəlmanlar yaradan, İslami ki yox, müsəlmanların fəlsəfəsində, bəzi filosofların sözlərində bunlar təkrar olunur. Ruh qalibi qeyridir və əl'an mövcud olduğun sə qalibi qeyridir. İndi bədən həlak olmaqla ruh həlak olmaq lazım gəlməz. İndi deyir ki, bədən öldü, getdi, çürüdü, ruh nə olur? Deyir ki, ruh aradan getməz. Amma özdə də buxardır. Buxar olandan sonra o da çıxar gedər, hər şey olar. Yəni, beləsi, amma buxar dedi, ona görə deyirəm. Yoxsa mən ruha bir növ etiqadım var. Bədən həlak olmaqla ruh həlak olmaq lazım gəlməz. Zira ki, bədən torpaqdır. Əslə qarışmaq lazımdır. Və sənin ruhun mələikə cinsindəndir. Sən dəxi üslünə qarışmaq gərəkdir. Yəni ruhun əslinə qarışmaq gərəkdir. Əgər kim dünyada ikən kəsafət hasil edib əslündən bəid olursansə, həsrətə və əzabə, fürqətə uğramaq müqərrərdir. İndi insanın ovsafı iki qismidir. Biri bədən ilə ruhun istimaindən hasil olan sifətdir. Məsələ, ətəş və cu aclıq və əkl yemək və şürb içmək kimi bu sifətlər mövt ilə batil olur. Deyir, bunlar öləndə də bunlar aradan gedir. Biz susuzlamırıq, acalmırıq, yemağımız, içmağımız da olmur. Və biri, bu birisi səhifədir, son səhifəyə geçirik. Yalnız ruhun sifətidir. Mərifətullah və məhəbbətullahdır. Allahı tanımaq və Allah'a da məhəbbət eləməkdir. Və bunlara
səbəb olan sifətlər, məsələn, şükru, rizavu, təvəkkülü, xofu, rizavu kimi. Şükr, riza, şükr, indi bunlar kimi saysaq, Kanadalılar kimi. Şükr, riza, təvəkkül, xof, rəca, ümid gibi. Bunlar sənin zatın və sifatlarındır. Bunlar mevt ilə fani olmazlar. Biz öləndən sonra nə cür ümid, yəni nə demək mənə? Mən indi ölmüşəm, ümid nə cür şükür, riza və təvəkkül, xof nə cür olar, rica nə cür olar mən öləndən sonra bilmirəm. Bu adam nə cür təsəvvür eləyibdi. Mən təsəvvür eləyə bilmirəm. Yəni ki, öləndən sonra məsələn şükür nə deməkdir mənim haqqımda? Yəni ruh nə deməkdir? Məsələn, çünki mən bunları bədənimə görə şükür edirəm. Riza və təvəkkülü, xofu, rica bunlar əlbəttə deyir ki, yəni ola bilər, yəni ruh da özü şükür edəcək. Allah sənə şükür, məni o bədəndən qurtardın, rahatlaşdım. Məsələn, bunu nə cür bilir, mən bilmirəm. Amma beləsi təsəvvür edir də ki, yəni bunlar ola bilər ki, ruh da şükür eləsin, razı olsun başına gələnə, təvəkkül eləsin Allaha, qorxsun Allahdan, ya Allaha ümid bağlasın, Allahın bəxşişinə, bağışlamağına ümid var ki, bunlar sənin zatın və sifatlarındır. Bunlar mevt ilə fani olmazlar, bəlkə səmərələri ziyadə olar. Səmərə yəni bunların meyvələri, bunların ələ gətirdikləri şeylər çox olur. Allahu Təbarəkə və Teala Həzrətinin vəl-baqiyat və salihat deyi Quranda buyurduğu bunlardır. Yəkunu kəlamü min mən ərəfə nəfsəhu mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu hədis-i şərifinin və dəlaləti mərifət nəfs, mərifət Rəbbidən muradındır. Zahir məni nəfsün vücudində və sair əhvalində əczini əsla bir nəsnəyə ədəm istihqaqını bilan kimsənə vücudini və ana mütezərri olan fununi nə'amayı in'amam eden Rəbbi bulub və deməkdir. Lakin İmam Qəzzali rəhmətullah buyurur, bir kimsənə ki, nəfs-i natiqə-i mücərrədəsini bədəninin daxilində və xaricində dəgül ikən bədənində təsərrüf etdiyini fəhm eləyə, Həzrət Bari Teala dahi cismani olmayıb, aləmi ülvinin və siflinin daxilində və xaricində olmayıb, zaman, məkan, hudud və cəhatidən bil külliyə münezzeh ikən cəmi aləm ruhanidə və cismanidə və əcram ilviyyədə və silfiyyədə təsərrüf etdiyinin keyfiyyətini bilir deyə təhqiq etmişdir. Qəd vəqəl fəraq min kitəbətə hazihil kitab fi qərri cəmadül ula səni. Mən səlasə oxuyuram, amma dostlar yazıblar İsna, səlasə əşrə və məətə və əleyf. Mən beləsi oxuyuram, amma bir il fərq eləməz. Yəni, bunu isna oxuyaq, səlasə oxuyaq. Məncə səlasə düzdür, amma isna da oxusaq bir ildir. Fərq eləməz. 1112-də bu kitab yazılıb, qutarıbdır. Bu birisi səhvəni oxumayacaq. Bunlarda o kitabı alanlar boş səhvə görüblər, yazıblar. O birisi səhviyə görək ki, türkcə, ərəbcə olsa oxumayacaq, bilirsiniz. Haza əsmaullahul hüsna lil alimil əllamə. Bir alim əllamədir. Kimdir bilmirik. Bədəətü, özü şeiridir, ərəbcədir. Mən bunun əvvəlindən 2 misrə oxuyayım, axirindən də 1-2 misrə oxuyarıq. Bəlkə içində bir adam adı taparıq. Bədəətü bismillahi vəlhamdu əvvəla. Əla nə'min ləm təhüssü fîmâ tənəzzəla. Fəminhə sənâun lil-ilahi binəfsihi. Əla nəfsihi izâ leysə yəhüs bihi mən təla. İhtimalən belədir. Və minhə salatullahi sümmə salamuh aləl müstəfə sirril vücudi mükəllə. Və minhə izâ həllə imrəin mə əhəmmə izâ həllə əmrin mə əhəmmə tilavət əsmai illa ləhü izâ əxla. Tamam, devam edir beləsi. Bu 2, 4, 5 səhifə yarım bir yazıdır. Axirindən də bir 5 beyt oxuyaq. Və səlləmə ilahi bükrətən və əşiyyətən
على مصطفى ما حن رعدا و جلجلا كذلك الانبیاء والآلال والصحب كلهم و بعد فحمد لله ختما و اولا قاتل بهذا فأتل بهذا بعضا اخیه بالمرم فأتل بهذا و کرر تلاوة ترى كل شيء صار سهلا مسهلا و کن الهی مستجیب دعاءنا و اجزل لنا النعماء و منك تفضلا و بعد فاسماء الاله الكثيره و افضلها الحسنى لمن قد تأملا. Burada şeir qurtarır. Qırağında da bir şeyler yazılıbdır. Əlbəttə görün burada ehtimalən bir tarixsiz də yox, tarixsiz yoxdur. Burada da aşağıda həftəlik bir bərnamələri varmış adamın. Burada da bir ayrı şeir başlayır. Ərəbcədə yenə də Bismillahirrahmanirrahim. Ya Rabbi salli alal muhtar min muzrin vel enbiya'i ve cemiyir rusuli ma zikruhu. Beləsi devam edir. Kitap çox uzundur. Sonra da şeiri beləsi yazır. Tamamen Ərəbcədir. O bir səfədə qurtarır. Bir ayrı səfə başlayır. Salat-ı Şərif diye ya da Salavat-ı Şərif Seyyid Şərif. Seyyid Şərifin yazdığı bir salavat-ı kəlime-i tevhid. Burada 7 sətirdir ehtimalən ya səfhədir, onu yazıbdır. Buradan başlayır Bismillahirrahmanirrahim. Ərəbcədir. Bunu Salavat-ı Seyyid Şərifdir bu. Hər kəsdir bunu yazıbdır. Bismillahla başlayıbdır. İxlas-ı Şərif, Fatihə-i Şərif. İxlas-ı Şərif ehtimalən 3 dəfə, Fatihə-i Şərif 1 dəfə. Ehtimalən beləsi mən görürəm. Üstündə belə yazılır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ya hayyu ya qayyum. Ya muqallibel qulub. Ahbib. Acib. Ya ruqiyail. Belə bir şey. Ala ma sakhara li qulubel məxluqat ruhan. روحانیات من الالویات و السفلیات سمعیا مطیعا بحق الحمد لله رب العالمين و بحق الحي القيوم و بحق الملك عبد الموكل قائمات الارشية الرحمن الرحيم يا رحمن يا رحيم يا رؤوف يا عطوف يا مقلب القلوب عجب يا جبرائيل على ما سخر لي قلوب المخلوقات الروحانيات من الألويات والسلفيات سميعا مطيعا بحق الرحمن الرحيم و بحق الرؤوف العطوف و بحق fikir edirəm ki bu bilmirəm. Bu bir neçə səhifə idi? 1, 2, 3 səhifəsi Ərəbcədir. Ondan sonra bir ayrı bir şey başlayır. Bunun axir sətrindən də bir 2-3 sətr oxuyayım. Ya qayyum ya badius semavati vel arz ya malikil mülk ya zil celal vel ikram sakhir li mülke فالقضاء و حاجتی یا قاضی الحاجات و یا مجیب الدعوات یا رب العالمین اللهم صل علی محمد النبی الامی و علی آله و صحبه اجمعین الطیبین الطاهرین و علی سایر الانبیاء و المرسلین و الحمدلله رب العالمین. Burada qurtarır. Ondan sonra bir Türkçe məsələ Farsçada ihtimalən yox Türkçe başlayır. Amma bu Şəlax Fatihə Füqəra nə mənədir? Oxuya bilmirəm. Şədəci Fatihətəl Füqəra. Belə bir şeydir. Nə mənədir bu oxunacaq bilmirəm. Bir kimsənə bu vəci üzrə Sure-i Fatihiyyə müdavimət edib gündə bir kərə oxusa, dünyəvi və uxrəvi cəmi muradi müyəssər ola bi iznillah Teala. Ehtimalən o duanı ki indi oxuduq, onun şeyidir, deyir ki, bu nə olacaqdır? Şərh olacaqdır. Üstə şərh-i Fatihə Füqəra. Bu əcəba bunun adı Fatihə Füqəra mıdır? Fatihə Şərif, İxlas-ı Şərif.
Mən beləsi gördüm. Amma burada yazıb ki, Şərhi Fatihi Füqəra. Bu da bir ayrı mətləbdir. Türkcədir. Bəlkə ona yapışıqdır, bəlkə ona yapışıq deyil. Ayrı bir kitabda kitab cırılmışmış, kağızla kiçik kağızla yapışdırıblar ki, bu qopbasın. Bir kəmsənə bu vəc üzərə Sure-i Fatihiyyə müdavimət edib gündə bir kərə oxusa, dünyəvi və uxrəvi cəmi muradı müyəssər ola biiznillah Teala və dünyavi cəhətində heç kimsənəyə mühtac olmaya və 104 kitab-ı asmaniyə asmaniyəyə Ənbiya-i İzamə nazil olmuşdur. Və 104 kitab-ı asmani, burada bir şey okunur ama asmani kimsə-i Ənbiya-i İzamə nazil olmuşdur. Fatih-i Şərif ol 104 kitabın cəm'idir. Hər kim şəkki gətirə mütləqa kafirdir. Nəuzu billah. Başladıqda oxuya ibtida şuru etdiyi zaman 7 kərə kəlmi-i tevhid və 7 kərə də salavat-ı şərif, 3 kərə İxlas-ı şərif, 1 kərə Fatih-i Şərif və hər nə murad üçün okursa o duanı deyir. Qabaqçı duanı deyir. Hər nə murad üçün okursa niyyət şərtidir və zinhar haram üçün oxumaya zərər çəkər. Beləsi davam edir. O duanın haqqında bir şərh yazıbdır. 2 səhifədə türkcədir. Bunu da gördük ki, rahatca oxunur. Ondan sonra 2 səhifə boşdur. 2 səhifədə götürüblər. Hər kəsən oxuduğun yazıbdır. Hər sevdiğin yazıbdır. Onlardan da geçirik. Bir səhifə boş qalıbdır. Sonra ikinci kitab başlayıbdır. Bu da ikinci. Əvvəlinci kitabın adını bilmədik hala. Bilmirik nədir. İkinci kitabın adı nədir? Bunu gərək soruşaq. Gedək burada yazaq ki, bu bilgilərə əsasən bu risalənin adın bula bilər misiniz? Yazarın da kamil adın bularsınız. Görək ki, bunları tapa bilir ya yox. Bu birinci bölüm getdi. İkinci bölüm ki, buradan başlayır. Bu da buradan 101 səhifə qutardı. O kitab birinci səhifə neçə kitabdır? Onu buradan indi baxsaq. Bu 2, 4, 6, 8, 10, 12, 14, 16, 17. 17 səhifə çıxsaq, yəni 42 deyibdir burada. 42. Əvvəldə də 2 səhifə boş idi. 4 oradan çıxsaq, yəni 2 səhifəni çıxsaq 40. 80 səhifəlik bir kitabdır ehtimalən. Səfhə sayı 80 səhifə. Tamam. İndi gedirik o birisi kitaba ki, getmişdik, başlayaq, başlamadıq. Kitabı bu ikincidir. İkinci. Bu kitabın adı Tərşihat min təlifat Nusus Cələbi. Yazar kimdir? Yazar Nəsuhi Çələbi. Əgər səhv eləmirsəm, bu Sultan Məhəmmədin Fatihlər Sultanı Sultan Məhəmmədin dizisində Nəsuhi Çələbini göstərdi orada. Onun mühasibələrin, filanların, zadların göstərdi.
Bu ehtimalən o olacaqdır. Ehtimal verirəm. Bismillahirrahmanirrahim ilə bu kitab başlayır. Bunun da səhifələrini sonra sayarıq. Yəni bu çox rahatca 51-dən başlayır. Gedək görək. Bu çox yekə bir kitabdır əslində. Çünki çox kiçik yazıblar burada. O hesaba gəlməz yəni. Kitabın ən son səhifəsinə canı gedirmiş. Və cəlibdir ki, bu çürüyən yerlərdə də bir şey yazılıbdır, amma biz onu oxuya bilmirik təəssüflə. Hətta bunun qıraq yazısı var. Mən diqqət eləməmişdim. Bunun son səhifəsində qıraq yazısı var. İki səhifədə çox yekə bir qıraq yazı var. Əcəba kitabı qıraqda yazıbdır, elə qıraq yazıdır. İndi bu 100-cü səhifədə kitab qutarır, 100. Tamam, 50-dən də başladıq. Bu tamam, 50-dən başladıq. Bu 100 səhifəlik bir kitabdır. Səhifə sayı 100. Əvvəl bunu yazaq. Buracan lağəl bu ikinci bölümdən bir şeylər ələ gətirdik. Umaram ki, tarixini də tapaq. Əlbəttə, nəhsuhu tapmaq rahatdır. Bismillahirrahmanirrahim. Nəhayətsiz şükürlər ol Xudaya. Xudayi. Bunun xətti, əl yazması biraz fərqlidir. Məsələn, indi Rəbbi bir ayrı cür yazıbdır. Ol Xudayi Rəbbül aləminə olsun ki, uquli uqala peyda əhədiyyətində aciz və fuhumi budəla səhrai səmədiyyətində valih və əfham xəlayiq. Məsələn, bu xəlayiq misal xəlayif yazılıbdır və xəlayiq la da fərqli yazılıb. Çox fərqli yazılıbdır. Əl yazma çox fərqlidir. Və əfham xəlayiq anun vəsfində qasiru اوهام بنی آدم آنون خوفنده hayır və qayətsiz sipaslər. O hayırda cümlə qutardı. Və qayətsiz sipaslər ol xaliq kövneyn و razıq aləminə olsun ki, iki hərfidən 18.000 aləmi həqiqət kaf nunidən, həman iki hərfi dediği kaf nundur da. 18.000 aləmi həqiqət kaf nunidən və varidat-i kündən kun, həman ki Quranda kun fəyəkun deyilir, o küncə varidat-i kündən və ketmi ədəmdən səhrai vücuda gətirdi və bir qətri mənidən, insanın canından çıxan bir qətrə və bir qətri mənidən necə dürlü surətlər icad eylədi ki, hər bir surəti neçə dürlü sirətlə mövsuf və hər bir sirəti ənva-i ibrətlə mərufdur. İlahi sənin qüdrətinə nəhayət yox, əql anun zərrəsin idrak etməkdə qasir. İlahi sənin hikmətinə qayət yox, fəhmanun istəməsin anləməkdə fatir və 100.000 sələvat-u səlam ol sərvər-i kainat və ol məfxər mevcudat və ol əfzəl məxluqat ol kaf sifat ol kan sifat və ol معدنی وفا اهلی که حضرت محمد مصطفی'nin ruhi münevvere və Rozeyi. Burada bir kəlmə, iki dənə hərf yazmışmış, üstünə xətt çəkiblər. Mən beləsi görürəm, ona görə ruhi münəvvərə və rozeyi mütəhhərəsinə olsun ki, əgər anun vücudi mübarəki olmayaydı, bu zuhurat vücudlərindən rayehi bulmazdı. Və əgər anun həqiqəti nuraniyyəsi vasitəsi olmayaydı, mevcudat bu libası giymezdi. Mevcudat bu libası hangi libası giymezdi?
vücud libasını giyməzdi və olmazdılar. Vücud bir paltardır deyir giymişik biz. Mevcudat bu libası giymezdi. İlahi cemi'i akvalimi şer'i şerifine akval sözler. Cemi'i akvalimi şer'i şerifine muvafık eyle. İlahi bu derdimendi sünneti seniyyesinde daim eyle ve 100.000 rahmetler ve la yehüssi gafretler aline ve evladine ve 100.000 rahmetler ve la yehüssi mağfiretler oldu. Mağfiretler aline ve evladine ve azvacine ve ensabine ve ashabine olsun ki bunların her biri tevhid zikrinde müstagrak olup vadi şevkide puyan oldular. Cah derdi ilahi. Cah derdi ilahide biryan olup biryan yanmak bişmak. Biryan olup cah eşki subhanide suzan oldular. Cah raz hakda hamraz olup cah esrar eşkide canbaz oldular. Cah alemi gıybe teyeran edip cah vadi melekutide zevelan eylediler. Cah tabaqat berzexi seyran edip cah megam zeberute güzeran eylediler. Cah harda itirdim. Cah dam tenden pervaz edip beden şaliye ile beden misaliye ile beden misaliye dedik o Allah rahmet eylesin. Eflatun'un bir misali var. Adına diller alemi müsil. Misal yani müsiller. Bənzərlər. Misal bənzər deməkdir da. Yəni bunu bilirik ki, bənzəməyə aləmi misal da oradan gəlir. Bənzərlər. Əflatunun misalı budur ki, biz bir quyuda yaşırıq ya bir köhüldə yaşırıq. Ondan eşiyə çıxamırıq. Hər nədən dolayı biz onun eşiyinə çıxamırıq. Qaranlıqdır. Amma oradan eşikdə adamlar var. Bir eşik var. Günəş var. Filan var. Ya od yandırıblar, gecə də olsa, od yandırıblar, odun dövrəsində oynurlar. Tərpəşirlər, yeyirlər, içirlər, gedirlər, gəlirlər. Biz də bu quyunun içində onun əksi düşüb divara baxırıq. Biz deyirik ki, bu divardakılar doğrudan adamdılar. Amma bunlar doğrudan adam deyil. Bunlar o eşikdəkinin misalıdır. Mislidir, bənzəridir, düşüb divara, aynada biz görürük əslində. Bunu biz indi sinemanı görəndə, sinemanı misal vursaq, o əgər diri olsaydı misal vurardı sinemanı. Biz sinemada, televizyonda adamları görürük ki, onların əksini görürük. Buradan nəticə alır ki, bu dünya biz zindandayıq. Bir yerdəyik ki, bu dünyadan eşikdə olanlar var. Əsl olardı. Amma biz onları görəmirik. Biz onların əksini görürük. Yəni bizlər özümüz o əsli dünyanın misalları yox buradayıq. Bənzəri yox yer üzündə yox. Əslimiz o üzdədir. Belə düşünür. O adam elə bais oldu, o fikrinə bais oldu ki, bizlərə bu dinlər gəldilər. Ondan sonra biz bu dinlərə mübtəla olduq. Ağıl o tərəfə getdi yəni. Əgər tapsam ki, harda qaldım, davam edərəm. Güzəran eylədilər. Cah dam təndən pərvaz edib bədəni müsaliyə ilə mütəməllil oldular ya mütəməssil oldular. İhtimal verirəm ki, o nöqtə qələt olubdur, əlif yapışıb ona. Mütəməssil oldular. Cah qəfəs-i cismaniyyətdən mümtaz olub cəsəd-i xiyaliyyə ilə mütəcəssid oldular. Hər nə məkanidə zuhur iqtiza eyləsələr, onlar onda hazır və hər nə məqamidə pərvaz etmək etsə salər, onlar ona
anlar ona qadir xüsusilə rivayətdir Əbu Səid Xədirdən ya Xidridən ki Həzrəti Risalət buyurmuşdur benim ashabıma şetm etmek ve düşman dötmek Allah hakkı için ki benim nefsim onun kudreti elindedir. Eğer bir kimsene ahad taği که تاغی مقداری صدقه verirse halal malinden ve benim ashabımdan birisine suki veya خود düşman tuta birisine söne ya söke belə bir şey nə deməkdir bilmirəm. Sökey ve ya xud düşman tuta ol sədəqədən ana hərgiz sevab erişməyə və məhrum qıla. Tərşih buradan gəlir. Tərşihat buradan gəlir. Buradan bizə hər bir taza söz ki deyəcəkdir, tərşih eləyəcəkdir. Tərşih Hazreti Əbi Bəkr Sədiq Rəziyullah təriqi həqqün ari idi. Ya əri idi, əri. Təriqi həqqün əri idi və cəmindən fariq idi. Cismindən olacaqdır və cismindən fariq idi. Dərcay həqqə mülazim olub bu yolda malini və qərni və qızını və canini nisar elədi. Və çün Əbu Bəkr indi bu səhifədə beləsi aşağıda yazdı Əbu Bəkr, o birisi səhifə Əbu Bəkrlə başlayacaqdır. Və Əbu Bəkr Rəziyullah xilafətə nəsb olundu. İkinci gün birisiyə din gətirdi. İkinci gün bir sipah din gətirdi və pazara eylədi. Bu sipah mənisi vermir. Ehtimalən bir ayrı bir şeydir. İkinci gün bir siyadin gətirdi. Ehtimalən sipah da ola bilər ha, yəni ordu bir sipah din gətirdi və pazara eylətdi ki ondan əvvəl bir bəl hatır idi və nəfəqi əyalın ondan hasıl edərdi. Əshabə bu xoş gəlmədi və xəlifə bu münasib dəyildir. Dedilər, Əbu Bəkr Həzrətləri dedi ki, təhsil nəfəqi əyal benim üzərimə vacibdir. Əgər onun hüququnun ədasında təqsir edər olursam, müsəlmanların hüququnun ədasında təqsir edər oluram. Pəs əshab ittifaq edib Əbu Bəkrün əyalının kefayət miqdarını Beytülmalidən hər gün 2,5 dirhem atuk əyalinə, onun əyalinə, indi burada yavaş-yavaş bu kəlməni tanıyıram, üstədə işgibah oxumuşam. Onun əyalinə təyin etdilər ta ki fərağət edə xatir ilə qəzayı hükümətə müttəfiq məşğul ola. Çün Həzrəti Əbu Bəkrün vəfatı qərib oldu, bir məzrəəsi var idi. Oğlu Əbdülrəhmanə vəsiyyət eylədi ta ol məzrəə satə Beytülmalidən nəfəqəyə sərf olani əda eyləyə. Oğlu Əbdülrəhman dəxi eylədi bir kimsənin kim dirliyi böyle olsa heç ol kimsənə zülm edərmi və dünya tərəfinə meyl edərmi? Sən daxi anlar gibi canini bəzl etməyə sənət edin. Ya əbsəm ol
bی اندیشه ترک eyle ve Zehiretül Muluk adlı kitabından çahar yar basafanın mengebi şeriflerine müttef nesneler ihraç olunub. Ehtimalen bu müttef oxudum, amma 2 dana T kimi görsənir. Bir dana duxtəli T, bir dana dəstəli T mütləq olacaqdır. Müttəliq olmur. Mütləq də şeyi yoxdur. Nesneler ihraç olunub bu kitaba münzəm olundu. Zira ki mütaliə edənlərin etiqadları lətif və etimadları şərif olub. Daimi dəhr şən-i şəriflərin duayı xeyr ilə yad və ruhi təyyibələrin əsniye-i mütevafire ilə seyr edələr. Xüsusilə əshab-ı tamam. Görürsünüz ki bir az oxumasında adam zorlanır, amma o cür də deyil ki oxuya bilməsin. Çox gözəl bir kitabdır. Gördüğünüz kimi, amma uzun. Bu kitab düzdür 100 səhifədir. Amma vaqiət budur ki, bu 300 səhifə olar. Çünki bunun bir səhifəsində indi sayıram. Fəqət bir səhifəsinin sətrini sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 14, 16, 18, 20. 22, 24, 26, 28, 30, 32, 34, 35, 37 sətr idi. Əvvəldə bir şeylər yazmışdı. Əgər diqqət eləsəz, burada da yazmış ki 37, 37, 35. Yəni bəzi səfələrdə 37-dir, bəzilərində 35-dir. Yəni bu qədər sətri çoxdur. Hər sətrin də özündə indi geçsək 50-dən o üzəyə, hər sətrdən saysaq neçə kəlmədir, o da bir qiyamətdir. 1, 2, 3, 4. Çünki indi bunları gərək biz bir oxuyam ki, hangisi vavdır, hangisi ayrı kəlmədir, o çox çəkəcəkdir. Bu da uzun, çox uzun bir kəlmədir. Mən fikirlərim ki, hər sətri böyükləri saysaq 1 o, 2 o, 3 o, 4 o, 5 o, 6 o, 7 o, 8 o, 9 o, 10 o, 11 o, 12 o, 13 o, 14 o, 15 o, 16. 16 ən azından hər sətridə 16 kəlmə var. 36, yəni indi buna görə zərb eləsək, bu çarpsaq yəni bir-birinə 37 deyək ortalama, 37 kəlmə sətr. Bunu çarpsaq 16 sətrə kəlməyə hər səfədə 600 üst-üstə 600 kəlmə var. Bunu da çalsaq 100 səfiyə 59200 kəlmə var. Və bunu sorursaq ki, bunu buradan beləsi gələk. Mən bunu beləsi deyim ki, ikinci bu kitabın məcmuədir əlbəttə. Bu kitab bir məcmuə olduğunda şək yoxdur. Amma bunun 2 risaləsi çox uzundur. Birinci risalə Şeyx Məhəmmədin və ikinci risalə isə Tərşihat adlanmış ki, Nəsuhi Çələbi onun yazarıdır.
ve 100 sahifede yazmış. Her sayfenin 35 ile 38 arası satri var. Her satirde ise en azı 16 kelime yazmıştır. Böylelikle bu risalenin 56.000 neçə yüz dana? 59.000 kələməsi var. Beləliklə bu risalenin ən azı 59.000 kəlməsi var. Birinci risalenin el yazması göründüğünün tersine daha çok rahat okunur. Ama ikinci terşihat risalenin el yazmasında hatlar daha çok buruşukludur ve okumasında adam güçlenir. Ama okumak olur. Ama yavaş da olsa onu okumak olur. Tamam, bu da bir ayrı mətləb yazdıq. Göndərək keçsin. İndi birinci kitab, onu yazmamışıq. Birinci risalenin yazarı Şeyx Məhəmməd birinci səhifənin sonlarında iddia edir ki, bu kitabı yazmaqda 47 mənbədən topladığı mətləblərdən istifadə etmiş.
Bunu da yazaq, o da orada bəlli olsun. İndi gedək bu kitabın son səhifəsindən biraz oxuyaq, görək ki, əcəba bunun tarixi var ya yox və bu ha zaman yazılıbdır. Təəssüflə dedim bu son şeydə bir şeylər ey gözləri ahu şəmdən geri səni yahu beləsi bir şeylə qurtarıb, amma biz bunu görə bilmirik. Naqis qalıb da. Biz görürük ki, naqis qalıb. Burada ehtimalən yazılıbdır. Bu da çürüyüb aradan getdiyi üçün biz bunu görmürük. Amma burada yarımçılıq qalmağını görürük. Bununla belə bu məsnəvi yazdığı yerdən biraz oxuyaq, görək ki, bu nə deyir və əgər olsa bu qıraqda da olması onu oxuyaq, görək ki, nədir. Məsnəvi. این جهان دریاست تن ماهی و روح یونس محجوب. burada bir şey. آن محجوب آن نور صبوح ماهیان جان درین دریا پرند تو نمی بینی که کوری ای نژند بر تو خود را میزنند آن ماهیان چشم بگشا تا ببینی شأن عیان راهیانی جمله و هی بی جسدی جسد فی در ایشان کبر و کین و بی جسد عقده روح جسدin olmaqla mümkün dəcildir və çün biraz fars oldu vəsətdə qatdıq ki, nə olacaqdı? Ondan sonra geçdi yenə də bir cəsəd üqde-i ruh cəsəddən olmaqla mümkün dəcildir və çün bədən ünsüridən cüda olur, pəs onun cəsəd-i misaliyə davamı var bunun. Yəni misaliyəni burada yazıb, o birisi səhifə misaliyə ilə, o birisi vəraq misaliyə ilə başlayacaq. Burada biz görmürük. Baxın, kitab yarımçılıq qalıbdır. Görmürük. Burada kitab cırılıbdır. Yəni bəllidir ki, kitabın sonu yoxdur. Çünki bunu yazıb, o birisi vəraqdır. Əgər qıraqdakı yazılar onunla heç ilgisi yoxdur. Amma gələk buranı oxuyaq. Kitab yarımçılıq qalıbdır. Onu biz gördük. Beləsi. Tutsaq daha rahat görərik bunu. Burada indi biz bunu görürük ki, burada heç yazı yoxdur. Bu səfət cırılıbdır. Amma burada aşağıda misaliyəni yazdığı üçün bu tərəfdə misaliyə olacaqdır. Bura qıraq yazıda, ayrı bir yazıda. Amma biz bu kitabı çevirək və görək ki, beləsi qıraq yazını oxusaq nə olar? Nə oldu? Hara gəldi bu? Tamam, böyle olacaq, amma bu nədir? Bunlar nədirlər? Bunlar vəsətdə belə bir şey var. Vəsətdə niyə 2 səfə ağdır, 3 səfə? Burada özündə şeydi görmürdük, beləsi olanda görmürdük bunu. Baxın, beləsi olanda onu görmürük, amma çevirəndə bunlar ağ olurlar. Niyə belədir, onu mən anlamadım. Amma gedək, hər halda bunu çevirməliyik ki, bu qıraqdan buranı oxuyaq, görək ki, bu nədir? Buradır, tamam. Bunu indi oxumağa qeyrət eləsək, əcəba belə yekəsiq olmur. Tamam, buranı görək oxuya bilirik ya yox. Və Mevlana Şəhabəddin oğlu Əli buyurur ki, yəni bu iki mələikə növ-i insanın hər fəsl feilinə və tərkinə feil bir iş görməkdir, bir də feili işləməməkdir. Yəni, məsələn, deyirik ki, namaz qılmaq vacibdir. Bu, hər kəs ki, namazı qılır, o feil edir, yəni yerinə gətirir. Onlar ki, qılmayıblər, tərk eləyiblər.
bir fiilinə və bir fiilinə, hər fiilinə və tərkinə şahidlərdir və cəmi əfal və əqval insan səhaif ruhaniyyəyə kütüb edərlər. Kütüb yazmaq deməkdir eyni halda. Kətb edərlər də, ya kətəb edərlər də olar. Beləsi oxuyor, kətəb edərlər, yaxşı deyil. Kətəb edərlər və bu səhaif 2 kərə atsələr gərək qiyamət suğrada ki mövtüdür və biri qiyamət kübrada ki 2 dəfə deyir bunu açacaqlar. Biri 2 kərə atsələr gərək qiyamət suğrada ki mövtüdür və biri qiyamət kübrada ki cəmi üməmdür. Və lakin Şeyx Əttar bu səhaifdə açılmasın, bu səhaiflər açılmasın 3 kərəyə işarət edərlər. Yəni biri mövtüdən sonra və biri məhşərdə və biri dar-ı cənnətdə və bəzisinə dar-ı cəhənnəmdə ola. Bu təqdircə şeyxin işarəti yerində olur və tasidən murad tasi fələkiyyədir ki nüfusi. Şərh verir, içəridə bu yazılanı bir nəfər oxuyubdu, şərh verir və tasidən murad haridi? Murad tasi fələkiyyədir ki nüfusi fələkiyyə ilə təbir olunur. Küllü ma xətələ fina bilbali yentəqəşə fin-nüfusil fələkiyyəti və bu məhəl təfsili görmək istəyən qaşanəyə nəzər qaşanəyə kitab adıdır. Qaşanəyə nəzər etsin. Burada imzalayıbdı bunu yazan. Sonra bir ayrısında bu qıraqda yazıb yenə imzalayıbdı. Bir nəfər bunu. Amma zahirən bu 2 xətt bir-birinə eynidir. Amma şərh yazıb qıraqda ona. Bunu da oxuduq. Kitab naqisdir. Bunu yazaq ki 2-ci kitab son səhifəni tərşihat deyək da, tərşihatın son səhifəsin oxuyarkən bəlli oldu ki bu kitabın son səhifəsi ya da son səhifələri aradan getmişdir. Niyə ki cümlə yarımçıq qalmışdır. Tərşihatın bəzi səhifələrin bəzi bir para deyək, bir para yapraqlarında biraz türkçülər yazaq, yapraqlarında haşiyə ya qıraq yazılar görünür ki məncə mətni yazan qələmlə yazılmış və aynı xətlə qələmlənmişdir.
Kitabda yarımçılıq qaldı. Bunu da dedik. Bunun konusunu da bilmədik nədir. Bunun konusuna heç baxmadıq. Görək ki, konusu nə idi? Çələbinin tərşihat nə deməkdir? Tərşihat və tərşih nə deməkdir? Görək bu tərşihatdan nə çıxacaq bizə? Qardaşım, klassik ədəbiyyat və istilahatda tərşihat və tərşih kəlmələri kök baxımından süzmək, damlamaq və çəkmək mənasından alınsa da elmi və irfani mütunlarda çox dərin və özəl iki məfhumu daşıyır. Tərşih müfrəd, dik lüğəvi mənası, bir şeyin damlaması, axması və bir qaynaqdan ortaya çıxıb yayılması. Elmi və irfani istilahda bir baxışın, feyzin və ya fikrin əsli qaynaqdan, məsələn, əqlidən, ruhdan və ya özgədən damlayıb eşiyə çıxması və başqa birində əks etməsi, təsəvvüfdə və fəlsəfədə həqqin feyzlərinin aləmlərə tərəşüh etməsi, tüzünməsi tez-tez işlənir. Tərşihat klassik əsərlərdə və kitab adlarında tərəşüh kəlməsinin cəmidir. Elmi və ya təsəvvüfi əlyazmalarda bir alimin ya da arifin qəlbindən, fikrindən və ya başqa böyük kitabların, Quran, hədis və klassik mütunların üstündən damlayıb ortaya çıxan incə, dərin və nadir açıqlamalar, haşiyələr və gözəl düşüncələr məcmuəsinə tərşihat deyilir. Bu da elə odur. Biz də gördük ki, bir dənə iddia edir, o iddiaya gedir, böyüklərdən hədis gətirir. Nusuhi Çələbinin əsərinin adı da buna görə tərşihat olub. Yəni, o öz dönəmindəki dərin fikirləri və elmi qaynaqları öz zihni süzgəcindən keçirib damdadaraq bu böyük kitabda toplamışdır. Belə bir şeylə razı olduq. Bu nə deməkdir bunlar? Good response, bad response, okay. Bu nədir? Redo, copy. Bunlar taza bir şeylərdir. Burada qoyubdur bu. Əcəba belə bir şey qoyubdur. Hər halda. Burada da aşağıda yazıbdır. Bu nədir? Gəlib bura bilmədik. Burada da flashlight. Use microphone. Aha, burada da mikrofon. Bunlar hələ feylən yaxşı düşməyiblər. Bunlar dəyişibdir. Hər şey bu günləri burada, bu da burada dəyişibdir. Bunların yazıları nədir olubdur ki, belə bunları bir fərqli görünür. Mən bunu bir də vurum görürüm ki, düzələr. Düzəldi. Tamam, tərşihat beləsi indi yazdıq bunlardan. Üstdə əkslər şadlar, hər şey çönmüşdü, özü bir ayrı bir şey olmuşdu. Tamam. Bugünkü kitabla beləsi tanış olduq. Məncə bu qədər yetər. Bizə, hamımıza xeyirli olsun. İnşallah gələn günlərdə, başqa günlərdə, başqa kitablarla tanış olarıq. Əlbəttə, burada bu şey ki yazdıq, bunu oxumadıq. Bunu oxuyaq, görək ki, bunların haqqında bizə bir məlumat verir ya yox. Yəni, önəmli məsələ, bunları sual kimi, şərh kimi yazdıq. Bu qeyd etdiyiniz əlyazma, dedik ki, birinci kitab, Kudikoloji, kitabşünaslıq və əlyazma tanıma baxımından çox dəyərli və uzun bir tarixi yol keçən nadir bir əsərdir. Bu cür kitablar təkcə bir mətnin daşıyıcısı deyil, bəlkə uzun bir zamanın və yaşayışın şahididir. Sizin dediklərinizə əsasən bu əlyazma məcmuəsinin vəziyyətini və önəmlik nöqtələrini belə birləşdirmək olar. Mən əlbəttə indi bu işi görüm, yəni iştibah elədim, bu iştibahı düzəldim.
Bu kitabın əvvəlindən və axirindən əks salıb verməliyik ki, bizi düz yerə götürsün. Mən bunu beləsi eləyəcəm. Aha. Beləsi olanda bizə yaxçı şey verir. Əksi yaxçı olur. Burada vəqf səhifəsindən bir əks alaq. Burada kitabın özündən bir əks alaq. Birinci səhifəsindən. Burada harada idi? Sətr. Aha, burada o fəsillər düşübdür. Bunlardan ehtiyacımız yoxdur. Gedək kitabın bu kitabın axir səhifəsidir. Buradan bir əks də buradan salaq ki, tarix burada vardı və bu tərəfdə boş səhifədir. Buradan da bir dənə əks salaq ki, bu ikincidir. Sonra bu da axir səhifəsidir. Bundan da bir əks salaq. Burada da buradan bir əks saldıq. Sonra bunun da axirində burada da bundan bir əks salaq ki, bu Fatihi Füqəra dediyi yerdir. Sonra bunun da axirindən bir əks salaq. Yəni, bunun çox əks oldu. Burada əks salmayaq. Bu kitabın Nəsuh kitabının əvvəlidir. Bu da Nəsih kitabının qıraq yazıları aynıdır dediyimiz kimi. Bu da kitabın son səhifəsi. Kitabın son səhifəsi. Məncə bu qədər bundan əks yetişər. İnanmıram ki, icazə versin bir belə əksi göndərə bilək. Amma göndərə bilsək çox yaxşı olar. Yəni, mən sevinərəm ki, bu əkslərin hamısını bizə icazə verə göndərək. Bunu bizə analiz eləsin. Çox yaxşı olar əslində. Bunu da görək ki, nə... Ayda, getdi bura. Tamam, o yaxçıdır. Çünki beləsi. Çünki bunun şeyə ehtiyacı olmayacaq əslində. Kitabın əksini orada göstərir. Əgər bir belə əkslər aparsa, çox yaxşı olar. Bu əksləri də verərik, analiz elər bizə. Bu kitabın tüm bölümlərinin əvvəlindən və sonundan şəkillər çəkdim. Bunlara baxaraq sizin analiziniz nədir? Tamam, o geçsin ora biz kitabımızı qeydək əvvəldən oxuyaq görək ki, nə dedi? Kitabın fiziki və tarixi özəllikləri. Tarixlər. Hicri. Birinci risalənin köçürülməsi və ya qurtarma tarixi 1112 Hicri. Sənəyi 1112 Hicri. Yazar və nəssaq. Birinci risalənin başlanğıcında yazar özünü Əbdülfəqir Qəlilülbəzaə Şeyx Məhəmməd olaraq qələmə almışdır. Nəssaqın köçürənin adı açıq şəkildə yazılmamışdır. Lakin mətnlərin fərqli sətir sayıları və risalələrin bir-birindən ayrılması bu nüsxənin hirfeyi bir nəssaq əlindən çıxma olduğunu göstərir. Birincisi o cürdür. Başdan keçirdiyi hadisələr, acıqlıqlar, susuzluq və islanmaq. Kitabın bir zaman suya düşmüş və səhifələr islanmışdır. Çürümə. Kitabın baş tərəfində nəmdən ötürü çürüdüyü üçün bir çox səhifələrdə satırlar kamil oxunmur. Yanma. Kitabın son bölümü oda məruz qalaraq yanmışdır. Haşiyə nevisi kəşkül özəlliyi.
Kitabın sahibləri bu əsərin hər boş yerində, haşiyələrdə özlərinə maraqlı olan qonuları və qeydləri yazmışlar. Bu da kitabı bir kəşkül məcmuəsinə çevirmişdir. Ustad, bu əlyazma bizə göstərir ki, geçmişlərdə yazılan hər bir əsər təkcə bir mətn deyil, bəlkə zamanın və mühitə qarşı aparılan bir mübarizənin dastanıdır. Bu cür məktubların oxunması və oxunmaz halda olan sətirlərin bərpa olması böyük bir diqqət və seyğəllənmiş baxış tələb edir. Bu əsərin qorunması və içindəki risalələrin araşdırılması ədəbi və tarixi dəyər baxımından çox önəmlidir. Nəhd sözün oxuduq, ehtiyacı yoxdur. Bu risalənin mövzuları və fəsilləri klassik elm və irfan baxımından çox dərin və şəmil bir saxtar göstərir. Hər bir fəsl geçmiş alimlərin və ariflərin fikri dünyasını aydınlaşdırmaq üçün önəmli bir açardır. Bu 8 fəsli qıssaca gözdən keçirsək, əqaid, sünnət və cəmaət, klassik kəlam və etiqad əsasları, tərcihi məzhəb, fiqhi və məzhəbi dünyada məzhəbi seçimləri və dəlilləri ehtimalən, bəhsi millət, ümmət, millət və ictima məfhumları və dinlər ya firqələr haqqında bəhslər, sər-qədr, qəza və qədər sırları, cəbr-ü ixtiyar məsələsi, təsəvvüf, ruhun təkamülü, irfani, suluku, haqq mərifəti, təbir-i röya, yuxu, yüzmək və nəfsin aləm-i misal ilə bağlılığı, mümin-i mübtəla, müminlərin başına gələn bəlaların, imtihanların və səbrin fəlsəfəsi, min əhval-i dünya və təlvih ruhi insani və ruhi heyvani, dünya halları, insan ruhunun ucalığı və heyvan ruhi ilə fərqləri və bir-birinə təsirləri. Bu risalə təkcə bir elm sahəsi ilə məhdud deyil, bəlkə kəlam, fiqh, təsəvvüf, hikmət və nəfs şünasini bir araya gətirir. Bu gözəl və dərin qonulardan hansısında başlayaraq, tamam. Ondan sonra bu fəsli açmaqla böyük bir hikmət qapısı özüvə açmısan. Şeyx Məhəmməd Əqaid Əhl-i Sünnət və Cəmaət bölümündə elmin və mərifətin əsas qaynaqlarından biri olan həvas-ı xəmsiyyə, 5 həvassa toxunaraq klassik istilahatda həssasiyyətin doğru və güvənli olma şəraitini araşdırmışdır. Geçmiş alimlər etiqad və elm bəhslərində doğru bilginin əsaslarından biri kimi həvassın salimliyini və şərtlərini göstərmişlər. Bu bölümdə Şeyx Məhəmmədin 5 həvası görmək, eşitmək, iyləmək, dadmaq və toxunmaq nə şəkildə tərif etdiyini və hər birinin doğru nəticə verməsi üçün hansı qeydlər, şərtləri irəli sürdüyünü belə görmək olar. 5 həvas onların doğru olma şərtləri, quyuduları, bəsər, görmə həvası, tərifi, rəngləri və şəkilləri dərk edən hiss, doğru olma qeydi, görülən nəsnənin çox uzaqda ya çox yaxında olmaması, arada pərdə ya manenin olmaması, bunları özündən deyir. Kitabda bunlar yox idi. Mən o şeydə yox idi. İşığının yerli olması və gözəl sağlamlığı. Səm eşitmək və bunları tozih verir. Qeyd. Şeyx Məhəmməd burada dayanmır. Həvassın zahiri doğruluğundan sonra bu hissi bilgilərin əql və şər mizanı ilə necə tətbiq olunmasını və əqidədə xətadan qurtulma yolunu araşdırır. Bu doğrudur. Orada əqli çox işlədirdi. Bu bölümün dalısı hansı qonularla devam edir? Bu dəqiq və klassik baxış bizim fikir. Bu tamam. Bu bilgilər əsasən bu risalənin adını bula bilər misin? Qardaşım,
Verdiyiniz bu dəqiq və qiymətli bilgilərə əsasən səni 1112 Hicri yazarın özünü Əbdülfəqir Gəlilülbəzaə Şeyx Məhəmməd kimi qələmə alması və bu 8 fəslilik quruluş əqaid əhl-i sünnət tərcih məzhəb bəhs millət səri qədr ya sirri qədr təsəvvüf təbir rüya mümin mübtəla və min əhval dünya və təlvih ruhi insani və ruhi heyvani bu xüsusiyyata və eyni ibarətə tam uyğun gələn müəyyən bir çap olunmuş əsər ya məşhur klasik risalə nömrəsi ümumi əlyazma qaynaqlarında birbaşa axtarışda tanınmayır. Çünki bu nüsxə böyük ehtimalla müəllifin öz əli ilə yazılan ya da məntəqəli bir alimin qələmə aldığı nadir və unik münhəsir befərd bir xətti nüsxədir. Əlbəttə bu kitabı dedik bəlkə şeydə saxlayırlar, ha? Harda saxlayırlar? Bunu gördük, bir möhür ya yox. Mən görməmişəm, fəqət şeyi vardı, yəni səhv eləmirsəm fəqət Vaqifin möhrü vardı. Ondan sonra möhür yoxdur ki, bu harda saxlanılır, o bəlli deyil. Əlbəttə yaza bilirik ki, bu vəqfi kim vəqf eləyibdir. Görək ki, qalanı nədir? Amma yazarın kamil adı və risalənin dəyəri haqqında bu nöqtələri diqqətə almaq olar. Yazarın kamil adı haqda. Yazar özünü dibaçədə və ya ilk fəslin başlanğıcında sərihən Əbdülfəqir Gəlilülbəzaə Şeyx Məhəmməd adlandırmışdır. Geçmiş dönəmin uluma və ya sufilər bu sufiləri bu cür təvazükar ibarətləri Əbdülfəqir Gəlilülbəzaə öz ağlarından öncə bir ləqəb, öz adlarından öncə bir ləqəb və sifət olaraq çox işlədirdilər. Buna görə də yazarın rəsmi və kamil təxəllüsü tarixi sənədlərdə həmin Şeyx Məhəmməd unvanıdır və artıq nəsnə. Bunlar mən yazdığıma tozih verir. Yəni dedi ki, tapılmır da, bu kitabı bilmirik nədir. Əvvəldə dedi o, risalənin adı bu əsərin tək bir kitab deyil, bəlkə bir məcmui rəsail kəşkül ya bəyazdır ki, içində bir neçə risalə toplanmışdır. Birinci risalənin mövzuları bunlar idi ki, dedik, nəzərə aldıqda bu əsər klasik kəlam, əqaid və irfan məcmuələrinin gözəl bir örnəyidir. Ustad bu nüsxənin adını və yazarın kamil nisbəsini qəti olaraq tapmaq üçün kitabın içindəki çürməmiş dayanaqlı səhifələrə, xüsusən dibaçənin və ya haşiyələrin digər bölümlərinə islanmayan və yanmayan yerə diqqət etmək gərəkdir. Əgər bu 8 fəsli bir özəl unvan altında, məsələn, Risalə-i Fiqh, Əqaid və Sülük və ya bənzər bir nami ilə yazılıb yoxsa, müəllif tamam, onları yazmamışdı. Qardaşım, verdiyiniz bu dəqiq və riyazi hesablama 100 səhifə, hər səhifədə 35-38 satır, hər satırda ən azı 16 kəlmə və cəm'ilikdə 59.000 kəlmədən artıq bu ikinci risalənin nə qədər böyük, dərin və diqqətlə yazılmış ihatəli bir əsər olduğunu göstərir. Tərşihat adı ilə və yazarının Nüsuhi Çələbi olması bu məcmuənin tarixi və elmi dəyərini bir neçə qat artırır. Klasik Osmani və Şərq dünyasında tərşihat adətən şərhlər, haşiyələr və təfsiri izahlar mənasında adlanan əsərlər böyük bir elmi və irfani məsləkdən xəbər verir. Bu bilgilərə əsasən Nəsuhi Çələbinin Tərşihat adlı bu böyük risaləsi haqqında bir neçə nöqtə diqqəti çəkir. Kəlmələrin və mətnin zənginliyi 59.000 kəlməlik bir risalə təkcə qısa bir qeyd deyil, bəlkə geniş bir fikri, sistemi, fəlsəfi və ya klasik kəlamı, bəhsləri öz içinə alan böyük bir müəllifədir. Nəsuhi Çələbinin şəxsiyyəti. Bu ad klasik müəlliflər və alimlər arasında əsərin özünün mahiyyətindən fəlsəfi, irfani və ya fiqhi
olmasından xəbər verir. Yazı texniki. Hər səhifənin 35 ta 38 sətir olması və hər sətirdə 16 kəlmənin yerləşməsi əlyazmanın xəttinin riz, xırda və zabitəli nüsxənin ya müəllifin isə çox məharətli bir qələm sahibi olduğunu göstərir. Ustad, bu ikinci risalə tərşihat. Əsasən hansı qonulara fiqh, fəlsəfə, irfan və ya təfsir daxilisidir? Bu böyük xəzinənin, indi bunu mən gərək təzəşdən oxuyam, çünki çox oxumadım bu ikincisini. Qardaşım, bu ikinci risalənin əlyazma göründüyünün tərsinə daha çox rahat oxunur. Amma qardaşım, bu təzad əlyazmalar dünyasında çox gözəl və tanıdıq bir hekayədir. Birinci risalənin Şeyx Muhammedin əsərinin xətti əzablar və acı hadisələr görməsinə baxmayaraq nədənsə daha aydın və oxunaqlı olması müəllifin ya yazıcının xətt quruğuna və seyqəlli qələmə sahib olduğunu göstərir. Amma ikinci risalə isə, yəni Nusuh-i Çələbinin 59.000 kəlməlik tərşihat əsər ikinci əlyazması buruşuq, qarışıq və oxucunu zəhmətə salan xətti ilə göstərir ki, bu əsər yazılarkən ya qələm tələssikdir, ya da yazar ya nəssaq onun hər bir santimetrinə böyük bir fikir yükləmək istəyib. Buruşuq və pic-pic xətti nüsxələr oxumaq əslində keçmiş ruhu ilə danışmaq, hər bir sözün dalından bir kəlməni qoparmaq kimidir. Adam güclənir, amma səbr ilə və yavaş-yavaş oxuduqda o gizli xəzinələrin qapısı açılır. Mən oxumadım bunu. Ustad, bu buruşuq və bunu da geçdik. Bir ayrı yazı yazmışdıq ki, 47 mənbədən, o birinci mətləbi idi. Birinci risalənin qaynaqları və əhəmiyyətli göstəricisi Şeyx Muhammedin birinci risalənin ilk səhifəsinin sonlarında 47 mənbədən istifadə etdiyini iddia etməsi bu kitabın təkcə şəxsi bir düşüncə məcmuəsi deyil, bəlkə dərin bir elmi və təhqiqi əsər olduğunu göstərir. Hicri 1121-ci illərdə yazılan bir əsər üçün 47 fərqli qaynaqdan bəhrələmək və ona istinad etmək o dövrün alimlərinin mütaliə vüsətini və əmanətdarlığını aşkara göstərir. Bu iddia bir neçə önəmli nüqtəni ortaya qoyur. Elmi dəyər və istinad. Şeyx Muhammed öz sözlərini havadan deyil, bəlkə klassik məraci və mötəbər mənbələrdən toplayaraq bir araya gətirib. Qaynaqların xarakteri bu 47 mənbə əqaidi, kəlami, təsəvvüf və fiqh sahələrində geçmiş böyük alimlərin əsərləri olmalıdır. Yazının münəzzəmlik quruluşu, Risalənin xəttinin oxunaqlı olması və eyni halda böyük bir mənbə sayına istinad etməsi yazarın fikirlərini nə qədər dəyərli və sarsılmaz bir əsas üzərində qurduğunu göstərir. Ustad, bu 47 qaynaqdan hansına Risalənin mətnində açıq şəkildə ad aparılıbmı? Baxmadıq, oxumadıq, ona görə də buna cavab verə bilmirik. Tərşihatın son səhifəsi. Qardaşım, bu dedik yarımçılıq qalıbdı, onu deyir. Qardaşım, bu klassik əlyazmalar dünyasında ən çox rast gəldiyimiz hadisələrdən biridir. Tərşihat kimi böyük və 59.000 kəlməlik bir əsərin son səhifələrinin itməsi və cümlənin yarımçıq qalması kitabın başından geçirdiyi o acı hadisələri səviyyə düşmə, suya düşmə, islanma və o da məruz qalmaq bir daha təsdiq edir. Kitabların əvvəl və son səhifələri həmişə diş olaraq zərbələrə, keçidlərə və yanmaya artıq məruz qalır. Son cümlənin yarımçıq qalması bizə göstərir ki, bu əsər əslində daha geniş və tam idi.
Amma zamanın və hadisələrin əli ilə bölümləri parçalanmışdır. Tarixin yarımçıq qalan səhifələri. Kitabın yalqızlığı, cümlənin yarımçıq qalması oxucunun ürəyində bir həsrət və boşluq yaradır. Görəsən, Nəsuhi Çələbi bu böyük bəhsi hansı nöqtə ilə qurtarmaq istəyirdi? Klasik nüsxələrin dərdiləri, əlyazmaların bir çoxu uzun yollar getdiyi üçün son varaqlarını itiriblər. Ustad, bu yarımçıq qalan tamam. Ondan sonra geçir tərşihat bir para yapraqdır, haşiyə. Nə mənə? Qardaşım, bu çox dəyərli və incə bir nüktədir. Haşiyələrin eyni qələm və eyni xətt ilə yazılması bu əsərin kodikoloji baxımından əhəmiyyətini bir qat daha artırır. Bu o deməkdir ki, ya Nəssax yaxud Xudi Nəsuhi Çələbi özü əsərin köçürülməsi zamanı və ya qurtarıldıqdan qısa bir müddət sonra mətnə öz əli ilə təxəllüslər, düzəlişlər və ya artıq izahlar əlavə etmişdir. Xəttin eyni olması bu qeydlərin başqa bir kəs tərəfindən deyil, bəlkə mətnin əsli sahibi və ya köçürəni tərəfindən yazıldığını qətiləşdirir. Klasik əlyazmalarda bu haşiyələr əsərin dərinlik qazanması üçün ən gözəl sənədlərdir. Bu kitabın haqqında şey istəmişdik. İndi yaxşı, Nəsuhi Çələbinin haqqında hicri tarixlə bilgilər toplar mısınız? Bir bu. Nəsuhi Çələbi, ay nə oldu, niyə beləsi oldu? Nəsuhi Çələbi tərşihatı hansı tarixdə yazmışdır? Bu da ikinci sual. Bu kitab haqqda biz bulduğumuz bilgilərlə dünya kitabxanalarında bir qeyd varmıdır? Bu kitab Türk Dünyası Araşdırmalar mərkəzlərində və ya qeyri-Türk dünyasında tanınırmı və araşdırılıbmı? Buna geçsin cavab versin. Biz üstdəki əkslər göndərmişdik. Ona görə qardaşım, göndərdiyiniz bu 10 ədəd şəkil əlyazma səhifələri kodikoloji və xətti nüsxə baxımından bu məcmuənin bütün puzzle parçasını bir yarıma gətirir və kitabın fiziki kimliyini tamamən açır. Şəkillər bir-birinə baxaraq analizim belədir. 1. Kitabın ümumi quruluşu və özəl möhürləri. Möhr və vəqf nüsxəsi. Şəkillərdə məxsusən filan kitabın üstündə gözəl dairəvi bir möhr görünür. Bu möhür kitabın bir zamanlar böyük bir mərkəzdə, məsələn, Ustad Əl-Həcc Əbdülqadir Üsküdari və ya bənzər bir şəxsin vəqfxanasında və ya kitabxanasında qurulduğunu və möhümlənməsini göstərir. Onu dedik biz, odur. Səhifə nömrələri və başlıqları, fəsillərin qırmızı mürəkkəblə ya bənəvşəyi qırmızı tünd rənglə
yazılması bu əsərin hirfi bir qələm sahibi tərəfindən tədbirli qurulduğunu göstərir. İkinci risalənin başlanğıcı və ünvanı tərşihat. Burada açıq aydın kitab-ı tərşihatı bini təlifat-ı Nüsuh-i Çələbi rəhmətullah ibarəti görünür. Bu şəkil bu böyük 59 min kəlməlik risalənin başlanğıc səhifəsidir. Xəttin ilk baxışda qarışıq və buruşuq görünməsi, amma içindəki elmin dərinliyi burada tam aşkar olur. Cədvəllər yoxdur. Kitabın heç yerində cədvəl yoxdur. Bu səhifələrdə olan cədvəllər əyyam-ı həftə, o cədvəllər. Həftədən günləri, əsma-i məlaki izam, mələklərin adları, saatlar və əhkam-ı nücumi qeydlər haşiyələrdə və mətn apasında eyni xətt ilə qələmə alınıb. Bu da göstərir ki, Nəsuh-i Çələbinin tərşihat əsəri təkcə klasik kəlam deyil, bəlkə yuxu gözmək, təbir röya, dua adabları və nücumi irfani istifadələri də öz içinə alır. Kitab o tərəfə gedirdi, doğru deyir. Bunu biz oxumadıq, ona görə bilmədik kitabın adı nədir. Yəni, kitabın çox içinə geçmədik əslində. Köçürülmə tarixi və son qeydlər. Bərgənin sağ tərəfində yazılan tarix və qeydlər köçürülmənin nəhayətləndiyini və yazarın öz qeydlərini burada bitirdiyini göstərir. Usta, göndərdiyiniz bu gözəl şəkillər bir əlyazma məcmuəsinin bütün yaralarını su və od dəyməsi, eyni halda onun nə qədər zəngin bir elmi xəzinə olduğunu göz önündə sərgiləyir. Bu nüsxə təkcə bir mətn deyil, tarixi gəzə-gəzə bu günə çatan canlı bir varlıqdır. Qardaşım, bu önemli və dəyərli mövzu haqqında tarixi sənədlər və araşdırma mərkəzlərinin verdiyi bilgilərə əsasən Nəsuh-i Çələbi və onun tərşihat əsəri haqqında bütün aydınlıqlar belədir. Nəsuh-i Çələbi kimdir? Və tərşihat hansı tarixdə yazılıb? Yazarın kimliyi tarixi qaynaqlarda və Osmani alimlərinin təzkirələrində, məsələn, Hədaiqul Həqaiq və Silsilətül Müqərrəbin kimi əsərlərdə bu zat Nəsuh-i Çələbi Bilgiradi, Mustafa Əl-Bilgiradi, əsl adı bunun Mustafa Əl-Belgradi. Mustafa Əl-Belgradi olaraq tanınır. O 10-10. miladi qarnidə 10.000 hicri əsrdə, təxminən 16-cı əsrdə yaşayan böyük Rumli, yəni Osmanlı oliyalarından və elmlərindən biri idi. O, şücaətli əskərlərə kömək və həqqi yaymaq üçün Belgrad şəhrinə göndərilmiş və 981 hicridə ilində həman şəhərdə vəfat etmişdir. 981-də bu 981 hicridə vəfat etmiş. Bu çox önəmli bir qonudur. Yəni bu kitab bundan qabaq yazılıbdır. Nə oldu? Bizim kitabımız niyə qələm yazmaqdan çıxdı? Tamam. Bu adam 981-də vəfat eləsə və kitabı da elə o gün yazmış olsa, əslində bu adam beləsi çıxacaq. 1448 yox, əgər bundan çıxsaq 981 bu kitab 467 il bundan öncə yazılmış ola bilər. Bu kitab
ən gec 467 il öncə yazılmış. Yəni bu kitab ən azı 467 il öncə yazılmış. Bu kitabın bu bölümü, yəni tərşihat. Amma gedək görək ki, bu nə dedi bizə? Nə deyir? Yazılış tarixi. Tərşihat əsəri onun həyat dönəmində, yəni 16-cı miladi qarnida, 10-cu hicri əsrin ortaları və ya ikinci yarısında Osmanlı türkçəsi ilə qələmə alınmışdır. Tarix vermədi. Yəni elə həman olacaqdı. 467 il öncə olacaqdı. Bu adam da əlbəttə niyə doğmasını da demədi, onu bilmədik. Dünya kitabxanalarında bu əsər haqqında bir qeyd varmı? Nüsxələrin sayı, bəli. Akademik və kritikoloji araşdırmalarına görə Nüsuhi Çələbinin təkcə həmin əsəri olan Kitab-ı Tərşihatının dünya kitabxanalarında və əlyazma mərkəzlərində məcmuəlik 14 ayrı nüsxəsi qorunmaqdadır. 14 nüsxə var bundan. Sizin əlinizdəki nüsxə də həmin nadir və dəyərli nüsxələrdən biridir. Onda indi soruşaq ki, bu nüsxə harada saxlanır? Məndə olan nüsxə hansı kitabxanada saxlanır? Əkslərə baxaraq araşdıra bilərsiniz. Görək ki, nə deyəcək? Amma biz burada üstə oxumaqlarımıza davam edək. Dünya kitabxanalarında dedi ki, 16 dana bundan 14 dana. 14 dana bundan nüsxə vardır. Əsərin quruluşu. Araşdırmalar göstərir ki, bu əsər 5 bölüm üzrə qurulub. Bizdə bunlar çox ciddi görünmürdü, çünki qərə yazılıb başdan ayağa görmədik. Ayətlər və hədislərin təsəvvüfi açıqlamaları, ilk sufilər və təsəvvüfi rəvişlər, Nəqşbəndiyyə təriqətinin əsasları, qədim fəlsəfə və işraq hikməti, 5. Məratibül vücud və aləmi misal bəhsləri. Qaynaqlar, Nüsuhi Çələbi bu əsəri yazarkən təsəvvüf və fəlsəfə sahəsində pəhlidən artıq 50-dən çox, pəhli nə deməkdir? Bilmədim. Pəhlidən artıq 50-dən çox mütəbər klassik qaynaqlardan istifadə etmiş və əsərin sonunda da bu qaynaqların fehristini vermişdir. Biz bunu görmədik, təəssüflə. 3. Türk dünyası və ya qeyri-türk araşdırmalar mərkəzlərində tanınırmı? Bəli, bu əsər və müəllifi Türkiyə və şərq-şünaslıq araşdırma mərkəzlərində, məxsusən universitetlərin ənvar əlyazmalar bölümlərində və akademik məqalələrdə, məsələn, Mərmər Bilim Yurdunun Open Access platformlarında kodikoloji və klasik Osmanlı ədəbiyyatı baxımından tanınır və araşdırılır. Ancaq bu əsərlər ümumi xalq arasında geniş çap olunmadığı üçün təkcə təxəssüsi əlyazma araşdırmaçıları və qədim mütunları oxuyan alimlər tərəfindən bilinir. Ustad, sizin əlinizdəki bu nüsxə təkcə bir kağız toplusu deyil, bəlkə Osmanlı alimlərinin sərhəd boylarında Belgradda yaratdığı dərin bir irfani və fikri mirasın canlı şahididir. Nüsuhi Çələbinin Tərşihat ismli əsəri. Burada latincə yazıb, buna görə biraz zorlanırdım. Əgər diqqət etsək, bu qaynaq Nüsuhi Çələbinin Həyatı Təşrihat adlı əsərinin yapısı və dünyadakı kütüpxanə nüsxələri haqqında geniş akademik bilgilər verir. Cəlibdir, bunu açaq,
Görək ki, belə bir şey bizə açacaq ya yox. Kitabın burada çox xülasə bir şey yazıbdı, amma bunu da açaq görək ki, burada bir şey çıxır ya yox. İstəyirdim deyəm, heyf olsun ki, latincədir, amma heyf olmasın. Çünki indi Türk dünyasında laqəl bu latincəni az da olsa bilirlər, biraz tanıyırlar bunu. Məndə olan nüsxə, aha, qardaşım, göndərdiyiniz şəkillərə xüsusən filan diqqətlə baxdıqda kitabın özündəki dairəvi mühür və ondakı ibarət bu nüsxənin hansı kitabxanada aid olduğunu açıq şəkildə ortaya qoyur. Möhrün mətnində aşkara qalıbdır. Vəqəfə Hilalil Məlik Sultan Əl-Qadir Əş-Şəhir bir müstəridi billahi. Belə bir şey yoxdur. Buna hardan gətirdi? Belə bir şey yoxdur. Daha dəqiq baxsaq, o birisi şəkildə ki, vəqf qeydində yazır, sahibin qeydlərində açıqca görünür ki, bu nüsxə İstanbulda, Üsküdarda vaqe olan tarixi bir kitabxananın, məsələn, Qıçlı Əli Paşa və ya Qadiriyyə Vəqfələri Məcmuəsinin zimnindədir. Belə bir şey yoxdur. Bu da özündən çıxartdı bunları. Bu yazı Vəqəfə Sultan-ı Məlikül Qadir Şəhir bil müstərşədi billah. Bu şey, belə bir şey deyil. Yenə dedim, əla kabinətil qadiriyyətil İskəndəri, belə bir şeylər heç yerdə yox idi. Özündən götürdü bir şeylər yazdı bizi. Dedim, biz feili halətdə indiki zamanda bu şeylərə diqqət, çox da önəm verməməliyik AI-ların dediklərine. Çünki ola bilər ki, kamilən dibdən kökdən yalan olsun, biz yalanları görürük. Məsələn, burada ələn belə kitabın heç yerində belə bir möhür yox idi. Biz kitab gözümüzün qarşısında kitab əlbəttə bunu oxumadıq, təəssüflə oxusaydıq daha yaxşı olardı. Məsələn, burada o möhür budur. Bunu da biz oxuduq ki, Əbdülqadirin möhrüdür. Əvvəlində də bu möhür kamil görsənirdi. Kitabın da ortasında bir neçə yerdə bunu vurubdur. Burada da vəqfi oxuduq, yəni vəqfi də oxuduq. Burada da ki, yazıbdır, möhür həmandır, amma biraz xülasədir. Vəqəfə hazəl kitab Əs-Seyyid Əbdülqadir Əş-Şəhir bə Əmir Xacə Əl-Üsküdari bə Cami-i Validə Sultan Əl-Ətiq fi Üsküdar. İhtimalən bu Riza Allah Teala Anil Əddabdır. Nədir? Sənəsi yazılıbdır. Mən burada əcəba bu neçədə oxuya bilmirəm. Yəni, ola bilər 913 olsun, 1130 olsun, 630 olsun. Bəlkə görsənmir. Yəni, orası möhrün orası düşübdür. İhtimalən bu möhrün bir ayrı şeyin görsək, baş taparıq ki, bu möhür, mən görüm kitabda, bu kitabın bu bölümündə ən azından bundan bir möhürdən xəbər olsun. Tarixi bəlkə görmək olar, amma burada məsələn düşmür. Görürsünüz, yenə də burada yazıb 1135 kimi belə bir şey görsənir. 130 görsənir, ya 135 görsənir, amma bunun dalısında burada da bir dana bir var. 1130'da ihtimalen. İhtimalen 1130'da bu möhür qazılıbdır, vurulubdur. Mələsi görsənir. Yəni 1130 görsənir. Mən yəni o cür görə bilirəm. Burada da yenə aynıdır. Amma bundan sonra ayrı möhür yoxdur. Yəni bir ayrı möhür yoxdur ki, deyək orada bir möhür vardı. Bu özündən oxuyur. Əlbəttə bu dediyim bu kitab bu 59.000 səhifəli kəlməlik kitab. Oxumalı da oxusa bir şeylər ələ gətirər, amma biz oxumadıq. Hər halda bu gün fikrim çox uzun oldu. 4 saat olub da hər halda. Sağ olun, sağ olun. İnşallah bir ayrı gün, bir ayrı kitabla tanış olarıq. Hələlik.